Salam, axşamınız xeyir, hörmətli müəllimlər, xoş gördük. Bugünkü dərsdə yeni bir mövzuya keçid eləyəcəyik. Mövzuya keçməmişdən əvvəl onu qeyd edeyim ki, mütləq dünənki, sabah göndəriləcək və 5-ci gün göndəriləcək mövzuları izləyin. Çünki bunlar bir mövzudur və onu mən hissələrə bölmüşəm. Video dərslərdə onu izləyirsiniz. Xüsusilə də dünən göndərilən cəlb olunma və refleksiya mövzusunu mütləq izləyin və mahiyyətini anlamağa çalışın. Keçirik şagird yönümlü, yəni interaktiv dərsdə istifadə olunan iş formalarına. Bu təlimin sonunda siz təlim fəaliyyətinin müxtəlif iş formalarının xüsusiyyətlərini müəyyənləşdirəcək və onları bir-birindən fərqləndirməyi öyrənəcəksiniz. İş formalar deyəndə yəqin ki, adı artıq hamımıza bəllidir. 4 iş forması var interaktiv təlimdə. Bunlar fərdi iş, cütlərlə iş, qruplarla iş və bütöv siniflə işdir. Başlayaq. Deməli, hər bir iş forması ilə bağlı biz nəyi bilməliyik? Mən bunu sarı şriftlə fərqləndirmişəm. Hər bir iş formasının mənasını, anlamını, faydasını, çatışmazlığını və qiymətləndirilməsi üsulunu bilməliyik, öyrənməliyik. Yəni, bu formada qavramalıyıq. Fərdi iş forması mahiyyətindən də göründüyü kimi, deməli, şagirdin təkbaşına gördüyü fəaliyyət nəzərdə tutulur. Fərdi iş formasında uşaqlar öz partalarında tək işləyirlər. Təbii ki, bu fərddaxili intellekti olan şəxslər üçün çox faydalıdır. Howard Gardner nəzəriyyəsini keçəndə bu məsələyə toxunacağıq. Fərddaxili intellekti olanlar təkbaşına işləməyi sevən insanlardır. Beyinləri tək işləyəndə daha yaxşı nəticə göstərən, daha yaxşı anlayan, daha yaxşı öyrənən şəxsiyyətlərdir. Eyni zamanda introvert şəxsiyyətlərdir. Bunu da biz introvert şəxsiyyətləri Carl Gustav Jung'un nəzəriyyəsini öyrənəndə orada bu bölgünü öyrənəcəyik. Ona görə bu məsələyə çox toxunmuram. Çünki həm fərd daxili intellekti, həm introvert şəxsiyyət mövzusunu keçən zaman biz onsuz da fərdi iş məsələsinə geri dönəcəyik. Belə şəxslər üçün uğurludur. Yəni, uşağın tək başına işləməsi, əgər beyni tək başına işləyəndə daha yaxşı nəticə göstərirsə, belə adamlar fərddaxili intellekti olanlardır. Belə adamlar üçün bu fərdi iş uğurludur. Şagird öz tempi ilə işləyir və bildiklərindən daha çox əmin olurlar. Məsələ nədir? Bir var ki, tapşırıq verilib qrupa, qrupda 5 nəfərik. Orada kimin bildiyi, kimin bilmədiyinin üzə çıxma ehtimalı bir qədər aşağı olur. Amma şagird tək olanda, əgər bu tapşırığı eləyibsə, demək bu məsələni bilir. Yox eləməyibsə, bacarmayıbsa, demək bu məsələdə problemi var. Yəni bu dərhal üzə çıxır. Qrupda isə ola bilər ki, hansısa qrup üzvü ona bu işdə kömək eləsin, şagird özü haqqında dolğun məlumat əldə etməyə bilər. Düşünər ki, yoldaşı istiqamət verər, bu məsələni misalı həll eləyər, düşünər ki, demək mən də bilirəm, amma təklikdə onu həll eləyə bilməz. Bax, belə bir məsələ ortaya çıxır. Fərdi işdə isə artıq uşaq bilir ki, əgər yazdığı məsələni öhdəsindən gələ bilibsə, demək bunu bacarır, bilmirsə, demək problem var. Düzgün yönləndirildiyi təqdirdə məhz burada öz öyrənmələri haqqında daha geniş təsəvvürə malik olur şagirdlər. Çünki tək işlədiyi üçün özünün güclü və zəif tərəfləri daha aydın, qabarıq şəkildə üzə çıxır. Fərdi işin çatışmayan cəhəti, təbii ki, sinifdə şagirdin sayı çox olanda fərdi işi həyata keçirmək çətin olur. Çünki səbəb nədir? Uşaqlara tapşırıq verdik. Yəni tapşırıq vermək problem deyil. Uşaqlar tək başladılar işləməyə. Sonra bu uşaqlarla maraqlanmaq lazımdır. Onlarla əks əlaqə qurmaq lazımdır. Yəni onlara bir-bir tapşırığına baxmaq, rəy vermək lazımdır. Ya bunu da vaxt baxımından çatdırmaq olmur. Təsəvvür edin, sinifdə 24-25 uşaq var. Hərəsinə biz 1 dəqiqə sərf eləsək, bu da 25 dəqiqədir. Bəs biz mövzuya nə vaxt giriş eləyəcəyik, nə vaxt izah verəcəyik, nə vaxt qiymətləndirmə aparacağıq. Yəni dərsin yarısından çox elə bu uşaqlara geniş öyrədəcəyik. Təsəvvür edin, hansısa bir problemi var. Bunlara 2 dəqiqə sərf eləsək kiməsə, artıq 45 dəqiqə tamamlanmış olacaq. Ona görə də fərdi iş formasını o birə-bir
münasibət bildirmək baxımından sinifdə şagird sayı çox olanda çox çətin bir iş formasına çevrilir. Mümkünsüzə çevrilir də bir növ. Bax, bu onun çatışmayan cəhətidir. Şagird sayı az olan siniflərdə bunu eləmək daha faydalı olur. Və bundan başqa şagirdin qruplarla, cütlərlə işləyən vaxtı qazandığı bəzi bacarıqlar var. İndi onlara toxunacağıq. Həmin bacarıqlar fərdi işdə olan zaman inkişaf eləmir, kölgədə qalır. Bunlar əməkdaşlıq bacarığıdır, ünsiyyət bacarığıdır, problemi birlikdə həll etmə bacarıqlarıdır ki, bunlar kölgədə qalır, inkişaf etmir. Deməli, əməkdaşlıq, ünsiyyət, problemi birlikdə həll etmə. Bu bacarıqlar fərdi işdə inkişaf etmir. Bunu belə ayırsaq ki, nə inkişaf edir, nə inkişaf etmir. Deməli, öz öyrənməsi haqqında təsəvvürləri genişlənir, tək başına iş uğurlu olur. İnkişaf etməyənlər belə formada ayırsaq, inkişaf edənlər və inkişaf etməyənlər. İnkişaf etməyənlər dedik ki, digər bacarıqlardır. Əməkdaşlıqdır, ünsiyyətdir və bir yerdə problem həll etmə. Birlikdə problem həll etmə. İnkişaf edənlər isə öz öyrənməsi haqqında təsəvvürləri, yəni hardasa metakognitiv bilik də deyə bilərik buna. Bu get-gedə artır, çünki uşaq deməli özü haqqında aydın təsəvvürü olur. Qiymətləndirilməsi təbii ki, birinci növbədə müəllim tərəfindən onun fəaliyyətini izləməklə formativ qiymətləndirmə həyata keçirmək olar. Ola bilər ki, müəllim özünü qiymətləndirmə vərəqi hazırlasın və özünü qiymətləndirmə vərəqi ilə şagirdə versin ki, al buradakı punktlara görə özünü qiymətləndir. Bu cür də ola bilər. Bir də qarşılıqlı qiymətləndirmə ola bilər. Bunu deyəndə müəllimlər çaşırlar. Bu uşaq tək işləyir, müəllim qarşılıqlı qiymətləndirmə necə olur? Çox gözəl, əla. Müəllim partaların arası ilə gəzir, uşaqların dəftərlərini bir-birindən dəyişdirir. Bu onun tək yazdığını yoxlayır, o bunun tək yazdığını yoxlayır. Repetitor hazırlığında müəllimlərin bir çoxu bundan istifadə edirlər. Uşaqlar hamısı tək işləyir, amma yoxlayanda deyək ki, müəllim sinifin müxtəlif tərəfində əyləşən uşaqların dəftərlərini bir-birindən dəyişir. Uşaq işləməyə təkdir, yəni fərdi işdir, amma qiymətləndirəndə qarşılıqlı. Mən kiminsə dəftərini qiymətləndirirəm, başqa biri mənimkini qiymətləndirir. Bax, belə sinifin dəftərlərini bir-birindən dəyişir, bu cür qiymətləndirir. Bu da qarşılıqlı qiymətləndirmədir. Bəzən deyirlər ki, qarşılıqlı qiymətləndirmə ancaq cütlərlə işdə olur. Belə deyil. Dəftər dəyişməklə bu formada qarşılıqlı qiymətləndirmə təmin etmək olur. Özünü qiymətləndirmə məsələsinə xüsusi qeyd ayırmışam. Özünü qiymətləndirmə dedik ki, fərdi iş üçün effektivdir və effektiv olmasının səbəbləri fərdi işin mahiyyətinə uyğun gəlməsidir. Niyə olur? Özünü qiymətləndirmədə şagird özünün zəif və güclü tərəflərini müəyyənləşdirə bilir, nələrə diqqət yetirməli olduğunu öyrənir və öz inkişaf səviyyəsini izləyə bilir. Bu, özünü qiymətləndirmənin faydalı tərəfləridir. Fərdi işdən sonra, fərdi işi qurtardıq, uşaqlara özünü qiymətləndirmə punktları vərəqi verə bilərik və yaxud da, deyək ki, vərəq çox gedir də, primitiv yanaşaq, biraz sadə həll yolu tapaq. Lövhədə özünü qiymətləndirmə vərəqimizdə özümüz üçün düzəltdiyimiz formanı lövhədə yaza bilərik. Uşaqlara deyərik, vərəqlərində ancaq özlərinin razılaşdığı məqamları yazsınlar. Qurtardı getdi. Vərəqlərə baxmaqla biz onların vəziyyəti barədə, dəftərlərinə baxmaqla onların vəziyyəti barədə məlumat əldə edə bilirik. Gəlir cütlərlə iş. Adından da göründüyü kimi, cütlərlə iş iki şagirdin bir yerdə öyrənməsi, tapşırıq yerinə yetirmək üçün bir-biri ilə əməkdaşlığı, qarşılıqlı əlaqəsi nəzərdə tutulur. Adətən bizim məktəblərdə, əksər məktəblərdə deyək də, tək partalı, məsəl üçün, mən özüm tək partalı məktəbdə oxumuşam, bizim partalarımız tək nəfərli idi. Amma deyək ki, əksər dövlət məktəblərində bu gün iki şagird bir parta arxasında əyləşir və bu formada artıq onlar demək olar ki, cütlərlə iş şəraitində inkişaf eləyirlər. Təbii ki, biz bu elə uşaqların daimi olaraq öz parta yoldaşı ilə cüt olmasını təqdir eləmirik. Hər dəfə cütü yenidən təşkil eləmək daha məqsədə uyğundur. Çünki onlar artıq bir-birini tanıyırlar, bir-birini bilirlər. Deməli, öz xüsusiyyətlərinə bələddirlər. Daha fərqli uşaqlardan daha fərqli nələrsə öyrənə bilərlər. Faydalı tərəfləri çoxdur. Şagirdlər birlikdə və bir-birindən öyrənmə imkanı olur. Bu birinci faydalı.
Mövzu ilə bağlı fikirlərini yoldaşı ilə bölüşə bildiyini yoxlaya bilirlər. Qarşılıqlı fikir mübadiləsi aparırlar və ortaya bir yerdə bir nəticə çıxarırlar. Problemin həlli birgə çalışmaqla həll oluna bilər. Baxın, fərdi işdə bunu çatışmazlıq kimi qeyd elədik. Amma cütlərlə işdə artıq 2 nəfər var deyə buna birgə problem həll eləmə deyə bilərik. Həmçinin şagirdlər proses zamanı bir-birini aktiv dinləmək bacarığı da formalaşır. Ən azından bir-birinə qulaq asırlar. Sonralar bəlkə çətinlik çəkən şagirdlərin daha güclü şagirdlərdən öyrənməsinə şərait yaranır. Çətinlik çəkən şagirdlərin daha güclü şagirdlərdən öyrənməsinə şərait yaradır. Empatiya hissi formalaşır. Empatiya nə idi? Özünü qarşındakının yerinə qoymaq və onu mühakimə etməmək. Bu da Howard Gardnerdə şəxslərarası intellekti inkişaf etdirir. Şəxslərarası intellekt fərd-daxili intellektdən fərqli olaraq çoxlu insanlarla ünsiyyətdə olanda öyrənən bir intellekt növüdür. Nəzəriyyəni keçəndə Howard Gardneri bu məsələni yenə dönəcəyik, cütlərlə işdən danışacağıq. Ekstravert bayaqkı introvertin əksidir. Bu da Carl Gustav Jung'un nəzəriyyəsidir. İnsanları iki qrupa bölür. İntrovertlər və ekstravertlər. İntrovertlər qapalılardır, ekstravertlər belə hamı ilə ünsiyyət quran ünsiyyətçil adamlardır. Belə şəxslər üçün cütlərlə iş təbii ki, əlverişlidir. Çatışmayan cəhəti nə ola bilər? Çatışmayan cəhət odur ki, şagirdlərin bir-birinə mənfi münasibəti ola bilər. Bu bizim gözümüzdən qaçar. O zaman bunları bir cütdə əyləşdirəndə, bir yerdə işləmələrini istəyəndə bunlar effektiv olmayacaq, bir-birinə mane olacaqlar və yaxud da əməkdaşlıq eləməyəcəklər. Hələ çəkilib öz tərəfində işləyəcək. Ola bilər bir-biri ilə mübahisələri olsun, konfliktləri olsun, bir-birlərindən xoşları gəlməsin, daha məhsuldar olsun deyə cütlərlə iş. Belə uşaqları bir arada işlətməməkdə fayda var. Növbəti, ola bilər ki, şagirdlərin bir-birinə rəy vermə bacarıqları yüksək deyil. Ümumiyyətlə, rəy nədir bilmirlər. Heç bunu sizə deyim ki, ölkədə müəllimlərin çoxu rəy nədir bilmir. O ki, qaldı şagirdlər. Bir-birinə mənfi olan iki dənə uşaq oturub, sizin qorxunuzdan, sizin biraz hökmünüzdən etiraz eləmirlər. Bunlar bir yerdə cütdə işləməyə. Deyirlər ki, yox da müəllim deyibsə işləyək. Qorxudan səslərini çıxarmırlar. Lakin bir-birlərinə xoşu gəlmir. Və rəy verməni də siz öyrətməmisiniz uşaqlara ki, yoldaşlarımıza necə rəy verməliyik. Bunlar artıq cütlərlə işə başlayanda bu qarşılıqlı qiymətləndirmədə bir-birlərinə ağızlarına gələn rəyi verə bilərlər. Ağızlarına gələn qiyməti yaza bilərlər. Bir-biri haqqında uyğun olmayan fikirlər yaza bilərlər. Bu təbii ki, effektiv olmayacaq bizim üçün. Ona görə də bir-birinə mənfi münasibəti olan şagirdlərin bir cütdə olmamasına diqqət etmək lazımdır. Rəy vermə bacarığı formalaşdırmaq lazımdır ki, uşaqlar anlasınlar konstruktiv rəy nədir. Konstruktiv rəy. Hər dəfə danışırıq bu məsələdən, düzdür, öz mövzusu olacaq, amma yenə də anlamaqda fayda var. Konstruktiv rəy, yaxşı gördüyün işə görə tərif demək, üstə gəlmək, səhvini demək, üstə gəlmək, düzəltmək üçün yol göstərmək idi. Konstruktiv rəy, yəni konstruktivizm cərəyanı ümumiyyətlə inkişaf yönümlü, həllə yönəlik nəzəriyyələri özündə cəlb edən bir cərəyandır. Konstruktivizm deyirlər pedaqogikada buna. Bax, bu göstərmək yazaq. Konstruktiv rəy budur. Bunu özümüz dərk edib uşaqlara da öyrətməliyik ki, yoldaşımıza söz deyəndə ona ancaq neqativə köklənmirik. Biz yoldaşımızın yaxşı elədiyi işə tərif deyirik, səhv elədiyini deyib, onu düzəltməsi üçün yol göstəririk. Təbii ki, yenə cütlərlə işdə də ən effektiv qiymətləndirmə qarşılıqlı qiymətləndirmədir. Yenə də qarşılıqlı qiymətləndirməni həyata keçirən zaman uşaqlara konstruktiv rəy məsələsini gedib adı ilə demirik də, təbii ki, müəllimlər dedim ki, zülm çəkirlər buna. Ona görə uşaqlara izah edir ki, yoldaşımıza biz fikir bildirəndə bu qaydaya əməl eləməliyik. Və bu məsələni öyrədəndən sonra artıq cütlərlə işdə uşaqlar bir-birinə daha obyektiv yanaşır. Əgər bunu eləməsək, bunu formalaşdırmasaq, bu qiymətləndirmə məsələsində uşaqların bir-birinə ciddi problem yaşaya bilərik. Gəlirik qruplarla iş. Ümumiyyətlə, bizim təhsil
ictimaiyyəti deyim, cəmiyyəsi deyim, nə deyim, bilmirəm. Belə bir geniş düşüncə var ki, ümumiyyətlə kurikulumdan dərs deyirlər. Biz axı birinci dərsdə öyrəndik ki, məsələ kurikulum 4-də bizim öyrəndiyimiz metodikadır. Kurikulum sənəddir. Sənədlə dərs keçmirlər də, üsulla, metodla dərs keçirlər. Belə bir metodikada belə bir anlayış var. İnsanlar düşünür ki, yeni metodlarla dərs keçmək, məsələn, açıq dərs qurmaq, bunlar hamısı mütləq qruplarla olan işdir. Qruplarla iş haqqında yanlış təsəvvür var cəmiyyətimizdə və bu geniş yayılıb. İnsanlar düşünür ki, mütləq sən əgər açıq dərs şəkli paylaşırsansa, orada sinifdə qruplarla fəaliyyət olmalıdır. Qruplarla işin mahiyyəti isə bu qədər deyil. Ümumiyyətlə, müəllim il ərzində bütün iş formalarından istifadə etməlidir. Çünki fikir verin, öyrənə-öyrənə gəlirik. Hər bir iş formasının müsbət və mənfi tərəfləri var. Hansısa iş formasını çox eləyəndə təbii ki, onun müsbət tərəfləri daha çox formalaşır şagirddə. Eyni zamanda hansınısa az eləyəndə həmin o az elədiyimiz iş forması, deyək fərdi işi az eləyirik. O az elədiyimiz iş formasının özünün də faydalı tərəfləri var axı. O faydalı tərəfləri uşaqlarda formalaşdırmamış olur. Ona görə də il ərzində mütləq qarışıq şəkildə hamısından istifadə etmək lazımdır. Bizim cəmiyyət isə düşünür ki, ümumiyyətlə kurikulumdan dərs keçəndə ancaq elə orada qruplarla iş olmalıdır. Digər iş formalarını necə deyərlər, görməzdən gəlməyə çalışırlar. Mahiyyət anlamamaqdan irəli gəlir. Qayıdaq qruplarla işin mahiyyətinə. Qruplarla iş təbii ki, şagirdlərin kiçik komandalarla, optimal sayı 3-5 nəfərdir də bu kiçik komandanın. 3-5 nəfər. 2-dən artıq olmalıdır da. Şagirdlərin kiçik komandalarla fəaliyyət göstərərək tapşırıqları həll eləməsidir. Şagirdləri sırf onların bilik və bacarıq səviyyələri və digər xüsusiyyətlərinə görə ayrılması vacib deyil. Müxtəlif qruplara ayırma metodları var. Bundan istifadə eləməklə uşaqları qruplara ayırmaq olar. Yenə deyirik, təbii ki, bilik bacarıq səviyyəsinə görə də qrupa ayırmaq olar. Məqsəddən asılı olaraq bu dəyişə bilər. Faydası odur ki, bu qruplarla iş niyə bu qədər geniş yayılıb, populyarlaşıb? Faydası nədir? Bilik bacarıqların tətbiqi üçün daha çox şərait yaradır. Eyni zamanda qruplarda fərqli fəaliyyətlər həyata keçirmək olur. Sinifi 4 qrupa bölmüşəmsə, 4-ünə də fərqli tapşırıq verə bilirəm. Burada şagirdlərin yaradıcılığı da yüksək olur. Problemin tapşırığın həlli üçün hamı birgə çalışır. Birgə problemi həll etmə burada da var. Yaxın inkişaf zonası güclənir. Yaxın inkişaf zonası anlayışı Lev Vygotskyinin nəzəriyyəsidir. Eyni zamanda biz bu nəzəriyyəni keçəndə də qayıdacağıq qruplarla işə. Tədris prosesinə hər kəs cəlb olunur. Bayaq qeyd eləmişdik. Hansı bacarıqlar inkişaf etmir fərdidə, burada isə inkişaf edir. Həmin bacarıqlar yazıram. Əməkdaşlıq, ünsiyyət, sonra təcrübə bölüşmək, sonra birgə problem həll etmə. Bu kimi bacarıqlar neyniyir? İnkişaf edir. Bu qruplarla işin faydasıdır. Gəlirik çatışmazlığına. Qruplarla iş şagirdin arxa planda qalması, gizlənməsi üçün ən effektiv iş üsuludur. Şagirdlərin burada bəzisi çox işləyir, bəzisi az işləyə bilir. Sonra bir neçə nəfər olduğu üçün təbii ki, fikir ayrılığı ortaya çıxa bilir. Ona görə də qruplarla işdən əvvəl mütləq qruplarla işdə e, necə işləmək lazımdır, bunun sinifdə bir qaydaları olmalıdır. Əgər bu qaydalar olmazsa, sinifi idarə etmək çətinləşir. Mütləq düzgün qiymətləndirmə meyarı müəyyənləşdirməliyik. Qrupları nəyə əsasən, hansı meyara əsasən qiymətləndirəcəyik? Bu olmayanda sinifdə lazımsız rəqabət, narazılıqlar yaranır. Ümumiyyətlə, yadda saxlayın ki, müasir kurikulumda rəqabət sözünə, rəqabət anlayışına yol verilmiş. Rəqabət anlayışı daha çox ənənəvi təlimin xüsusiyyətidir. Müasir kurikulum rəqabəti atır kənara. Rəqabət olmamalıdır. Və beləcə ortaya səs-küy çıxır. Bu səs-küy hansı səs-küydür? Bu xaotik səs-küydür. İki cür səs-küy var da, şüzar, bir də xaotik. Buradakı xaotikdir. Ona görə də qruplarla işdə qayda olması mütləqdir.
düzgün meyar olması mütləqdir, müəllimin monitorinqi mütləqdir, daimi elə qrupa tapşırıq verim, oturum qıraqda baxım, gözləyim qurtarsınlar. Belə yox. Aralarında gəzib, onları dinləmək, qulaq asmaq, başlarının üstündən yanlış istiqamətə gedirlərsə, bundan bağlı yol göstərmək lazımdır. Ona görə də qaydalar mütləqdir, şərtdir, əməl olunmalıdır. Və qaydaları qrupla bir yerdə hazırlayanda daha effektiv olur. Bunu unutmayın. Müəllim testlərdə belə variantlar, situasiyalarda belə variantlar çox çıxır qarşıya ki, deyir müəllim qaydaları hazırlayıb uşaqlara bildirir. Bu yanlış fikirdir. Qaydalar qruplarla bir yerdə, yəni şagirdlərlə bir yerdə hazırlayanda effektiv olur. Psixoloji anlayışdır bu. Psixologiya göstərir ki, insanlar hər hansısa bir əməl eləyəcəyi qayda onunla məsləhətləşdirilib qoyulanda ona daha çox əməl edirlər. Buna görədir məsələ. Eee Qayıdacam geriyə. Qrup işi qaydalarını neynəmək olar? Nə yazmaq olar bura? Təbii ki, bir neçə uşaq olduğu üçün yazmaq olar ki, danışıq növbəsini gözləyin, bir-birinizi sonacan dinləyin, bir-birinizin şəxsinə yox, ideyalarına fikir bildirin, bir-birinizə yardım edin. Bu kimi qruplar üçün qaydalar təyin etmək olar uşaqlarla birlikdə. Mütləq yazıram. Uşaqlarla birlikdə. Uşaqlarla bir dənə sakitdir. Birlikdə. Şumer əlifbasını yazdıq. Effektiv qrup işi müəllimdən şagirdləri scaffolding etmək tələb eləyir. Scaffolding yenə Vygotskyinin nəzəriyyəsində müvəqqəti köməkdir. Müvəqqəti kömək. Yəni onlara fəaliyyətə hazırlamaq lazımdır da. Əgər şagird qrup işinə hazır deyilsə, birdən-birə ideal şəkildə sinifdə qrup işi fəaliyyətinin olmasını gözləmək çətin məsələdir. Mütləq qrup işindən əvvəl xaos yaranmasın deyə əvvəlcədən iş bölgüsü aparmaq və şagirdlərin qrup daxilindəki rollarını müəyyənləşdirmələrinə yardım etmək lazımdır. Fikir verin, əvvəlcədən. Proses başlayandan sonra bu artıq effektiv olur. Şagirdlər qrup işinə hazır deyilsə, qaydalarınız yoxdursa, birdən-birə buna keçmək istəyirsinizsə, təbii ki, problem yaşaya bilərsiniz. Uşaqlarda çaşqınlıq yarana bilər. Sinifin idarə olunmasında xaos ola bilər. Ona görə də bəzən müəllimlər normal halda gündəlik dərsdə qrup işi eləmirlər. Açıq dərs zamanı qrup işinə ehtiyac duyduqları üçün ən azı açıq dərsin bir ay əvvəldən məşqləri başlayır. Gündə bunu bir-iki dəfə təkrarlayırlar açıq dərs ki, hər şey ideal olsun. Kimsə gəlib baxacaqsa, orada hər şeyi aydın, rahat formada uşaqlar artıq əzbərləsinlər prosesi. Ona görə məşq elətdirirlər. Təbii ki, bu effektiv deyil də. Uşaq burada prosesin formal olduğunu anlayır. Qruplarla işin qiymətləndirilməsi, deməli, təcrübə göstərir ki, qrupla işin qiymətləndirilməsi zamanı müəllimlər müəyyən səbəblərdən çətinlik çəkirlər. Müəllim həm şagirdin dərsin məqsədi ilə bağlı, məzmunu nə dərəcədə öyrəndiyini, həm də şagirdin hansı bacarıqlarına qədər yiyələndiyini qiymətləndirməlidir. Yəni bizim müəllimlərimizdə səhv budur. Əvvəlki dərsdə də danışmışdım bu məsələ barədə. Yenə məqamı gəlib deyə deyirəm. Nümunəvi dərslər hazırlayır müəllimlər. İndi axır ki, müəllimdir, siz bu işlə məşğulsünüz də, bizə bir rəy bildirin, kömək eləyin, nəm istiqamət verin. Baxıram, deməli, müəllimin mənə göndərdiyi dərs nümunəsinə, təbii ki, təlim nəticəsinə baxıram və sonluğa baxıram ki, görüm necə qiymətləndirib. Görürəm ki, müəllim dərsin sonunda deyir ki, dərsin təlim nəticəsi odur ki, deyək ki, şagird cani aləmin müxtəlifliyini faktlarla əsaslandırır. Burada təbii ki, mənim meyarım nə olmalıdır? Əsaslandırmaq olmalıdır da, şagird nəyisə əsaslandırsın. Müəllim indi sinifdə qruplarla iş təşkil edib deyə, dərsin sonunda götürüb meyar yazıb ki, əməkdaşlıq, nə bilim, ünsiyyət və s. Təbii ki, bu da olar. Bu qruplarla işin meyarlarıdır. Amma bu dərsin təlim nəticəsinin meyarı deyil axı. Mən ən birinci əsas vəzifəm nədir sinif otağında? Təlim nəticəsini reallaşdırmaq. Ona görə də dərsin sonunda mütləq etməli olduğum şey şagirdlərin həmin təlim nəticəsinə nə qədər çatdığını müəyyənləşdirməkdir. Birinci bunu eləməliyəm. Sonra baxmalıyam ki, qrupla işdə əməkdaşlıq, ünsiyyət, digər işləri necə gördülər. Qrupla işi faydalarını, bu əməkdaşlıq, ünsiyyəti ölçmək hər dərs etməsəm də olar. Həftədə bir dəfə eləsəm olar. Amma təlim nəticəsini, yəni məqsədi uşaqların
nə dərəcədə çatıblar, bunu mən hər dərs ölçməliyəm. Təlim nəticəsi mütləq ölçülməlidir, amma əməkdaşlıq ünsiyyət hər zaman etməyə bilərsən. Müəllimlər düşərşək elə qruplarla işdə filan bacarıq olursa, mən onu ölçməliyəm. Unudurlar ki, axı mən sinifə girəndə mənim məqsədim uşaqların təlim nəticəsinə nə qədər çatdığını ölçməkdir. Qruplarla işi ölçə də bilərəm, ölçməyə də. Həftədə bir dəfə ölçsəm bəs edir. Önəmli olan məqsədi unutmamaq lazımdır ki, onu mütləq ölçün. Gəlirik bütöv siniflə iş. Əvvəllər bunun adı kollektivlə iş idi. Mahiyyəti eyni şeydir elə. Siniflə iş, kollektivlə iş görsəz, mahiyyəti eynidir. O deməkdir ki, eyni bir fəaliyyət bütün sinifi əhatə edir. Elə bilin ki, bütün sinifin qarşısına dayanıb uşaqlara sual-cavab edirsiniz. Yəni şagirdlərin hər biri bu suala cavab verə bilər də verdiyi suala. Faydası odur ki, bütün sinif eyni bir fəaliyyətdə birləşir, verdiyiniz suala uşaqlar hamısı düşünürlər, cavab verməyə çalışırlar. Daha çox ideya, fikir, təcrübə bölüşülə bilir. Bütün şagirdlərin prosesə cəlb olunmasını təmin eləyir. Müəllimin şagirdlərə qoşulmaq imkanı olur. Sual-cavab sessiyasında ümumi sinifin nə dərəcədə anlamasına, müəllim tərəfindən müəyyən edilməsinə şərait yaradır. Sinfi sual-cavab eləməkdir də, elə bilin ki, tək-tək yoxdur, elə bir yerdə hamı oturub, siz sual verirsiniz, əllərini qaldırıb cavab verirlər. Sual-cavab sessiyası budur. Çatışmayan cəhəti odur ki, burada da aktiv olmayan şagirdlər arxa fonda qalır. Utancaq passiv şagirdlər diqqətdən kənar qalır, əlin qaldırmır, səsini çıxarmır və s. Yalnız fəal şagirdlərin iştirakı daha çox müşahidə olunur. Müəllim, mən gəlim, mən deyim, mən cavab verim, mən izah eləyim. Bu tipli uşaqlar daha çox fərqlənirlər burada. İdarə edilmə zəif olanda xaotik səs-küy yaranır və bu xaotik səs-küyün nəticəsində mövzunun dərindən öyrənilməsində çətinliklər yaradır. Bunu qiymətləndirmək də biraz çətin prosesdir. Amma meyarlar müəyyən eləmək olar ki, müəllimin hazırladığı, əvvəlcədən şagirdlərlə bölüşülən meyarlar əsasında sinfi qiymətləndirmək olar. Həm müəllim şagirdləri, həm də şagirdlər öz işlərini yoxlayıb qiymətləndirə bilərlər. Bütün sinifə tapşırıq vermək olar. Deyərsiniz ki, müəllim, bu fərdi işə bənzəyir. Burada müəllimlər onu qarışdırırlar ki, müəllim şagirdlərə tapşırıq verir bütün sinifə və uşaqlar oturub onu tək yazırlar. Bu belə olanda fərdi iş olur. Çıxıb lövhənin qabağında uşaqlara sual verirsiniz. Misal üçün, Azərbaycanın paytaxtı hansı şəhərdir? Yəni, uşaqlar hamısı əlini qaldırır, kimisə seçir, cavab verir. Bu da bütöv siniflə iş. Yoxsa ki, siz test verin, uşaq otursun, tək onu işləsin. Mən fikirləşim ki, bütün siniflə iş görürəm. Bu belə deyil. Bütöv siniflə iş belə olmur. Bu fərdi işdir artıq. Uşağın tək işləməsidir. Belə. Ümumiyyətlə dedik ki, bütün iş formalarını yoxlamaq, hamısının faydalarından, necə deyərlər, faydalanmaq lazımdır. Belə bir refleksiya sualımız var. Bu iş formaları ilə bağlı öyrəndiklərinizi sinifdə necə tətbiq edəcəyiniz barədə düşünün. Belə bir sual. Bura qədər iş formaları ilə bağlı qaranlıq qalan nəsə var? Sual olan var? Yoxdur. Ya hər şey başa düşülüb, ya da heç nə başa düşülməyib. O zaman keçək dədə-baba işimizə. Kimdən başlayaq? Yenə cəngavər axtaraq. Müəllim, mən deyim. Nigar. Tamam. Buyurun, birincidən başlayın Nigar müəllimə. Qrup qaydalarını müəllim özü tərtib etsə, şagirdlər daha çox qrup qaydalarına əməl edəcəklər. Müəllim, bu səhv fikirdir. Ona görə bayaq dedik ki, qrup qaydaları şagirdlərlə bir yerdə olmalıdır ki, şagirdlər ona daha çox əməl edirlər, elə də daha çox Bəli, məsuliyyətli olurlar. bəli, tamamilə doğrudur. Tamamilə doğrudur. Bu yanlış fikirdir. Bəli, müəllim özü tərtib eləyəndə dedik ki, bu doğru olmur. Bir avtoritarlığa gedib çıxır. Psixologiyada deyilir ki, insanlar özlərinin hazırlanmasında iştirak elədikləri qaydalara daha çox əməl etməkdə həvəsdə olurlar. Aytən müəllimə, Axşamınız xeyir. axşamınız xeyir. Müəllim gündəlik planlaşmada hansı iş formasından istifadə edəcəyini diaqnostik qiymətləndirmə vasitəsilə müəyyən edir.
Burada problem diaqnostik olan Siz hissədədir. iş üçün Çünki lazım olacaq. diaqnostik Mikrofon bağlayaq qiymətləndirmə zəhmət olmasa. Aytən diaqnostik müəllimə, sizə demirdim. Hə. Bəli, müəllim. Diaqnostik ilin əvvəlində və ya bölmənin əvvəlində keçirildiyi üçün biz hər dərs üçün bunu tətbiq etsək yanlış olacaq. Burada diaqnostikin əvəzinə formativ yazsaydı, biz razı olardıq. Orada öyrənmə fəaliyyəti olan bölmə var icmalımızda. Biz bəli, gündəlik onu hazırlayarkən fikirləşirik ki, hansı forma və ya üsuldan istifadə edəcəm. Ona görə yanlışdır ki, orada diaqnostik yox, formativ yazılmalı. Aha. Müəllim hansı iş formasından istifadə edəcəyini nəyə əsasən qərar verir? Müəllim, mən təlim nəticəsinə əsasən də qərar verərəm, mövzuya əsasən. Məsələn, ədəbiyyat dərsidirsə, mən daha çox çalışıram kollektivlə iş, çünki müzakirə əsasında daha maraqlı olur uşaqlarla bunu eləmək. Mövzu olaraq da deyək ki, ədəbiyyatdan hansısa bir əsərin təhlilidirsə, mən onda bütün siniflə iş formasından istifadə edirəm. Və ya mövzumda deyək ki, dil qaydasıdırsa Azərbaycan dilindən, çalışıram durğu işarəsində fərdi iş formasından istifadə edirəm. Niyə? Mən müəyyənləşdirmək istəyirəm də ki, hər şagird görüm bunu nə dərəcədə mənimsəyir. Yəni mövzu və təlim nəticəsi əsasında məncə müəyyənləşdirmək olar. Birini də mən deyim onda. Deyin mən. Bəli, alt standart. Alt standart olar? Olar, bəli. Alt standart 2 hissədən ibarətdir. Bilik, fəaliyyət. Bilik hissəsi bizə həmin alt standartı reallaşdıracağımız mövzunu seçməyimizə kömək eləyir. Fəaliyyət hissəsi bizə həmin dərsdə istifadə edəcəyimiz iş üsulunu, iş formasını seçməyimizə kömək eləyir. Punktları bitirək. Bu ikini işarə eləyirəm. Əyani nümunəsini göstərəcəm sizə. Oldu mənim, çox sağ olun. Deməli, dediyiniz məsələ yanlışdır məsələsi təbii ki, qüvvəsində qalır. Davam edək. Afaq müəllimə. Bəli. Demək, qruplarla iş zamanı əsasən qrup işi üçün lazım olan bacarıqlar qiymətləndirilməlidir. Biz də dedik ki, qrup işində təkcə, yəni bu əvvəlcədən dərsin təlim məqsədini müəyyənləşdirərkən mövzuya uyğun və orada təlim məqsədindən çıxan meyarlara əsasən biz onları qiymətləndirməliyik. Məncə bu yanlışdır. Bəli, qrup işini götürmək deyir ki, qrup işi ola da bilər, olmaya da bilər. Bu sizdən asılı məsələdir. Amma mütləq eləməli olduğunuz iş təlim nəticəsinin uşaqların nə qədər çatıb çatmadığını ölçməkdir. Bəli, bu da yanlış idi. Doğru düşünürsünüz. Növbəti. Kim oxumaq istəyir? Ad çəkək bəlkə. Kəmara müəllimə, oxuya bilirsiniz? Axşamınız xeyir olsun. Axşamınız xeyir. Mən sizi baxmadan dinləyirdim deyə bilmədim heç hansında qaldım. 4-cüdə qalmışdım yəqin. 4-dür, bəli. Aha. Fərdi iş formasından istifadə edən zaman müəllimin hər bir şagirdinə onların imkanlarını nəzərə alaraq tapşırıqlar verməsi, təlimdə bərabər imkanların yaradılması prinsipini gözləməyə nümunədir. Bunun doğru olduğunu düşünürəm. Çünki sinifdə fərqli səviyyədə şagirdlər var. Qavrama müddəti belə deyək də, və səviyyəsi fərqli olan şagirdlər var deyə ona görə mən düşünürəm ki, onlara fərqli tapşırıqlar da verilə bilər fərdi olaraq. Mən özüm öz təcrübəmdə belə edirəm. Fərdi iş verirəmsə əgər, bir neçə səviyyədə tapşırıq qoyuram və onlardan eləsi var ki, bütün sinifin şagirdləri yazırlar, eləsi var ki, onu ancaq müəyyən şagirdlər yazırlar və sonra da orada həm də meyarlar çıxardıb özlərini qiymətləndirmək üçün də meyarlar qoyuram. Özləri balla nəticədə şuradakı məsələn 0 baldan 5 bala qədər toplayanda hansı meyar aldılar və ya da ki, məsələn 5 baldan 10 bala qədər toplayırlarsa hansı meyarlar aldılar. Bundan belə bir qiymətləndirmədən də istifadə eləmişəm. Yəni bunun doğru olduğunu düşünürəm bu için. Bəli, tamamilə doğrudur. Fərdi iş formasında uşaqlar tək işlədiyi üçün onların proses çətin olsa belə, onların öz imkanlarını nəzərə alaraq ora tapşırıq vermək, bərabər imkanlar yaratmaq. Təbii ki, güclü olan uşağa nisbətən çətin tapşırıq ver.
Zəif olan uşağa isə onun eləyə biləcəyi, çünki güclü uşaqla eyni tapşırığı versən və düşünsən ki, bərabər imkan budur, onsuz da o tapşırığı eləyə bilməyəcək. Bir var ki, ümumiyyətlə heç bir şey eləyə bilməsin, fəaliyyətsiz qalsın, bu onun dərsi pozmasına da şərait yaradacaq. Bir də var ki, öz səviyyəsinə uyğun olan tapşırıqla işləyib müəyyən bacarıq qazanacaq. Bəli, bu bərabər imkanların yaradılması prinsipini Amma gözləməyənin Əlvi ümumi müəllim, ola bilər. burada məsələn mən bir şey də həmişə nəzərə alıram. Bəzən biz məsələn belə fikirləşirik ki, bu uşaq bu tapşırığın öhdəsindən gələ bilməz. Amma bir də görürsünüz ki, gəlir. Ona görə də mən verəndə əslində bütün səviyyə tapşırıqları bütün şagirdlərə verirəm. Ki bəlkə o gələcək onun öhdəsindən. Yəni biz fikirləşirik ki, Bəli. zəifdir, amma bəlkə gələcək. Bir də o bayaqların təlim formasının seçilməsi məsələsinə gələndə, orada düz dedik təlim nəticəsi, alt standart və s. bu. Amma bir də bu günlərin bizim təlim forması seçməyimiz siniflərin nə qədər narahat və yaxud da ki, rahat olmasından da asılıdır. Məsələn, mənim 2-7-ci sinifim var. Mən indiki 9-cu siniflərimdə tətbiq elədiyim heç bir şeyi o siniflərdə tətbiq eləyə bilmirəm. Çünki sinifləri idarə etmək birinci qarşımıza duran məsələ bu dəqiqə o sinifləri idarə etməkdir. Çünki yəni çox necə deyim sizə, narahat uşaqlar var siniflərdə. Ona görə də O təlim formasını idarə etmə seçərkən problemidir artıq o. o istədiyimiz necə? O idarə etmə problemidir. O problemi mən tamam İdarə fərq etmədə edirəm. idarə etmə Hə, yəni bizə orda imkan artıq vermir. O qayda, prosedur, gözlənti məsələsinə gedilməlidir. Oradakı o Aha. dediyiniz davranış problemlərinin səbəbi o uşaqların qrup işi və yaxud da digər iş formalarından istifadə etməməsi və yaxud da etməsi deyil. Nizam-intizam problemləri varsa sinifin şagirdlərinin, Nizam-intizam məndə də var elə problemləri çox siniflər. var bəli siniflərdə. Bəli, məndə Ona də görə bir də iş 5-ci sinif formasını var elə. seçərkən bu da bizə təsir göstərir. İstəyirsən ki, hansısa bir iş formasını işləyəsən, amma Bəli. alınmır. Hə, Həmin maksimum sinifdə alınmır. səviyyədə səs-küysüz forma axtarırsınız düşünəndə Yox, ki, ən azından bir-birlərini eşitməkləri lazımdır da ki, biz bilək ki, o bəli, sinifdə kim nə danışır. Yəni səs-küy onsuz da bütün hallarda işgüzar səs-küy olmalıdır. Mən heç sakit sinifləri sevmirəm də, o quzu kimi oturan sinifləri sevmirəm. Amma məsələn fakt olaraq odur ki, mən hal-hazırda 2-7-ci sinifim var və onların heç birisində ürəyim istəyən heç bir üsulu və formanı ürəyim istəyən kimi şəkildə tətbiq edə bilmirəm. bu problem tək sizdə deyil. Mənim özümdə belə bir 5-ci sinif var elə. 5-ci sinifdilər və həddən artıq çox səs-küylü sinifdilər, həddən artıq. Özləri ilə bir yerdə hazırladılan qaydalara belə əməl etməkdə çətinlik çəkirlər. Qaydanı Qətiyyən pozur, dinləmə pozandan qabiliyyətləri sonra yoxdur. yadına düşür. Çox Di- məncə artıq növbəti illərdə belə siniflər, aşağı siniflərin belə olması halı çox olacaq. Bunun müəyyən səbəbləri var. Bu çox olacaq. Buna hazır olmalıyıq məncə. Bir yol tapılmalıdır bunun üçün. Çünki artıq məndə deyim 5-ci sinif var elə. Sizin dediyiniz o tərzdədir. Və bu get-gedə artır. Əksər aşağı siniflərdə bənzər problem olur. Qaydanı pozur, pozandan sonra yadına düşür. Hətta yazıb divara yapışdırmışıq yenə. Qaydanı pozur, sonra baxır ora, çevrilir mənə, müəllim, mən qaydanı pozdum deyəsən. Səbəbləri bir çoxdur, Gülşən müəllimə. Danışsam buna saatlarla, günlərlə bunun ictimai, sosial, mədəni, ailə daxili Ən mühüm səbəbləri də var. səbəblərindən biri uşaqların elə kiçik yaşlardan qaydasız böyümələridir. Bəli, Uşaqlara bu günlərim ailələrdə qaydalar qoyulmur çox. Əksər ailələrdə, hamısını bəli. demirəm. Hamısını demirəm. Elə Böyük uşaq var, əksəriyyətə. gələndə bilirsən ki, o qaydalı bir ailədən gəlib. Orada qayda qanun olan ailəsi var ki, o dəqiqə bilinir ki, bu evdə uşağa qayda qoyulmur vaxta qədər. Bəli, bir çox səbəbləri var. Bəzən nəzarətsizlik, bəzən uşaqların düzgün nümunə götürəcəyi bir şəxs tapmaması, bəzən vaxtından əvvəl uşaqların internet və yaxud da sosial şəbəkələrə çıxışı, telefon, planşet, hər hansı bu səbəblər, televiziya qarşısında olan, televiziya izləyən uşaqların ekranlardan bu cür yanlış mesajlar alması, onların şuuru tərtəmiz olur.
həmin an onların şuuruna göndərilən mesajları doğru qəbul edər. Aytən müəllimən dediyi məsələ də var. Bəli, ibtidai sinif müəllimlərində də problemlər olur. Bəli, düzgün nizam-intizamla böyüyən uşaqlar bir çox dediyim kimi sosial, iqtisadi, dövr zaman baxımından səbəblər saymaq olar. Yüzlərlə əsaslandırma elmi var. Və bu get-gedə artacaq. Bu bizə yaxşı şey vəd eləmir. 5-ci punktda keçid alaq. Pərvanə müəllimə. Axşamınız xeyir. Axşamınız xeyir. Qrup müzakirələri şagirdlərin müxtəlif mülahizələri ətraflı şəkildə araşdırmağa imkan verir. Nəticədə bu onlara qərar qəbul edərkən düşünülmüş seçimlər etməyə yardım edir. Şagirdə sinifdə bəzən qrup işi verən zaman bunu mən doğru fikir kimi qəbul edirəm. Çünki belə deyək də, qrup işi verəndə bəzən elə bir zəif şagird belə özünü orada göstərə bilir. Bir doğru deyirsiniz, amma dediyiniz cümlə məncə bu variantı düz gəlmədi axı. Mən səhv başa düşdüm. Əslində, Hı-hı. yəni Qrup müzakirələri şagirdlərə müxtəlif müzakirələri ətraflı şəkildə araşdırmağa imkan verir. Təbii ki də 3-5 nəfərdirsə, hərə bir şey deyə bilər. bəli, Bunun mülahizələri qulaq asmaq, nəticədə bu onlara qərar qəbul edərkən düşünülmüş seçimlər etməyə yardım edir. Çoxlu fikir aldım, eşitdim bəli, uşaqların hamısından. İndi birini yazmalıyıq da, bu təqdimat hazırlayırıq deyək ki, qrupdayıq. Birini ora yazmalıyıq. Bu nə deməkdir? Bu çoxlu fikrin arasından birini seçməliyəm də mən. Söhbət düz səhv deyil. Məsələn, mənə 5 dənə fikir verilibsə, necə ki, testdə bizə 5 variant verilir. İstənilən halda biz birini qərar verib, öz prizmamızdan doğru qəbul edib onu seçirik. O düz səhv çıxacaq ayrı məsələdir. Amma biz istənilən halda bir qərar qəbul edirik, düşünüb bir seçim edirik. Deməli, bu da nədir? Doğru fikirdir. doğru fikirdir. Bəli, Müxtəlif mülahizələri qəbul edir və bəli, birini təqdimata yazırlar. Təbii ki, konkret məsələlərdə bu formada olmur. Məsəl üçün, mənim fənnimdə konkretdə, məsələn, mən Makedoniya İskəndər haqqında təqdimat hazırla deyəndə, uşaq tarixi faktlara əsaslanıb, onun əsasında təqdimat hazırlanmalıdır. Amma nisbətən tətbiqi fənlərdə müxtəlif tipli situasiya yazıb, uşağın orada hər dəfə fərqli qərar verməsini eləmək olar. 6. Gülşən müəllimə əl qaldırıb. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Şagirdə digər şagirdlərdən öyrənmə imkanı verməyən iş forması fərdi işdir. Bu doğrudur. Çünki fərdi işdə uşaqlar tək olur da. Ancaq məsələn cütlərlə olsun, bütün siniflə və ya qrupla artıq orada əməkdaşlıq, ünsiyyət olur və yəni fikir mübadiləsi olur da. Yəni öyrənə bilirlər şagirdlər bir-birlərindən. Bəli. Ona görə deyir ki, fərdi işdə insan daha çox məlumat öyrənir öz öyrənməsi haqqında. Öz öyrənməsi, özü barədə daha çox məlumatlı olur ki, nəyi bilirəm, nəyi bilmirəm. Növbəti, Zərgərən müəllimə mikrofona çıxdı. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Bütün siniflə iş zamanı qiymətləndirmə şagirdlərin istədikləri meyarlar əsasında aparıla bilər. Səhv fikirdir əlbəttə. Çünki qiymətləndirmə yalnız alt standartlara uyğun getməlidir. Şagirdin istədiyi kimi olmalı deyil. Bəli. Şagird yönümlülük deyirik, amma daha bu qədər də Yox, da bu qədər deyil. yox. Bu qədər Bu yox. qədər də yox, bəli. Bu qədər Şagirdin yox. istədiyi yox, dərsdə formalaşdırılan bacarıq üzrə Alt standartlara aparılmalıdır. əsasən Bəli, olmalıdır. Qayda qanun əsasında, doğru desək. bəli, 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 bəli. Daha bu qədər də şagird yönümlülük olmaz. Bəli. Meyarı da o müəyyənləşdirsə. Növbəti 8.
Kim oxumaq istəyir? Oxumaq istəyən olmasa Aytən müəlliməyə deyəcəm. Onun da əl qaldırmaq işarəsi həmişə yuxarıdadır. Sevinc müəllimə. Axşamınız xeyir olsun. Hansı? Qrupla iş formasında istifadə zamanı iş yükünün şagirdlər arasında qeyri-bərabər paylanması bəzi şagirdlərin prosesdən kənarda qalması ilə nəticələnə bilər. Mənə görə mən belə fikirləşirəm ki, bu doğrudur. Çünki qeyri-bərabər paylanması qeyri-bərabər paylanan zaman bəzi şagirdlər əlbəttə ki, bu prosesdən kənarda qalırlar. Kiməsə çox düşür, kiməsə az düşür. Artısı bəli, O ona da görə məsələ. buna Müəllimlər görə əslində bu səhifə çox yol verirlər. Bütün müəllimlər sentyabrdan sinifləri bəlli qruplara bölürlər. Hər qrupa bir oxuyan uşaq, bir dənə əl qabiliyyəti, rəsm çəkmək qabiliyyəti yüksək olan uşaq qoyurlar. Qalan uşaqları onun yanına yığırlar ki, kimsə gəlsə eləsə, nümunəvi dərs keçmək lazım olsa, sinifi dərhal bu əzbər qruplara böləndə, hər zamanki tərkibi dəyişməyən qrupa böləndə işim getsin. Bütün qruplar təqdimat hazırlasın. Orada təbii ki, o bir uşaq yazır, o biri də təqdimatın, deyək ki, vizual dizaynını verir. Digər uşaqlar da oturub gözləyirlər ki, indi bunlar düzəldəcəklər. Biz də bunlar neçə alsa, biz də onu alacağıq. Ona görə o qeyri-bərabər paylanma, bir nəfər, iki nəfər yazır, biri düzəldir, yerdə qalan üç nəfər oturub bunlara baxır. Bu şagirdlərin prosesdən kənar qalmasına nəticələnə bilər. Ümumiyyətlə dedik ki, qruplarla iş necə bir iş forması idi? Şagirdlərin rahat gizlənə biləcəkləri iş formasıdır ki, arxa planda qala bilərlər. Ona görə diqqət eləmək lazımdır. 9. Oxumaq istəyirsiniz Kəmal müəllimə? Mikrofon açıqdır. Oxuyum. Özünü qiymətləndirmə bacarığının inkişaf etdirilməsi şagirddə metakognitiv biliyin formalaşmasına şərait yaratsa da, şagirdin qruplarla iş formasına çətinlik çəkməsinə səbəb olur. Bu doğru olacaq, çünki şagird nəyi bilib, nəyi bilmədiyini müəyyənləşdirir, fərdi iş və bu zamanda özünü qiymətləndirməyi bacarır və metakognitiv biliklər, təbii ki, bacarıqları formalaşacaq, amma eyni zamanda qrupla iş formasında çətinlik çəkməsinə səbəb ola bilir. Amma yox, bir dəqiqə, özünü qiymətləndirmə bacarığının inkişaf etdirilməsi şagirddə yəni özünü qiymətləndirmə əslində bura bir dəxli yoxdur. Özünü qiymətləndirmə qrup işindədir, qruplarla işlə də ola bilər, eyni zamanda fərdi iş zamanında ola bilər. Ona görə də şagirdin qruplarla iş formasının çətinlik çəkməsinə səbəb olacağını düşünmürəm. Metakognitiv bir formalaşmasına şərait yaradacaq, amma eyni zamanda şagirdin qruplarla iş formasını çətinlik çəkməsinə səbəb olacağını düşünmürəm. Çünki şagird özünü qiymətləndirməyi bacaranda hansı qabiliyyətləri, hansı bacarıqları olduqlarını bilir və qrupda nə iş görə biləcəyini də müəyyənləşdirə bilir deyə düşünürəm ki, qrupla işləməkdə də çətinlik törətməz ona. Yəni sonunu yanlış hesab edirəm. Bəli. Özünü burada fikirləşsə fərdi işdən falan danışmır. Onun yaxşı fərqinə Bəli, vardınız, hə, birinci əlbəttə. fərqinə varmamışdınız. Fərdi işdən danışmır. Ümumiyyətlə bacarığın adını çəkir. Bu bacarığın insanda olması təbii ki, müsbət haldır. Hər bir halda müsbət haldır ki, yaxşı bir şey ki, sənin özünü qiymətləndirmə bacarığın var. Metakognitiv bilikdir, bəli, özünün güclü, zəif tərəfini müəyyənləşdirə bilirsən, amma sənin özünün zəif və yaxud da güclü tərəfini müəyyənləşdirməyin, sənin qruplarla iş formasını çəkməyin səbəb-nəticə əlaqəsi deyil. Sənin güclü, zəif tərəfi bilməyin əksinə. Lap deyəsən, fərdi işlə iş formasında işləməyi sevirsən. Əla, gözəl. Demək, zəif tərəfin nədir? Əməkdaşlıq, ünsiyyət. Çünki onlar fərdi işdə olmuş. Demək, bunlar yoxdursa, metakognitiv biliyin varsa, dərhal bilirsən ki, bunu mən özümdə formalaşdırmalıyam. Bunun üçün nə etməliyəm? Qruplarla işə keçməliyəm. Və bəli, verilmiş fikir bir-birini tamamlamır. Bu hissədən fikirdə qırılma var. Ona görə bu yanlışdır. Amma ilkin baxışda oxuyanda adama çaşdırıcı fikir kimi gəlir. 10-cu və sonuncu fikir. Ülvi müəllim, mən bir dənə söz deyim. Bu qrupla iş formasından, yəni mən burada MİQə hazırlaşan müəllimlər də var. Biz azdan çoxdan tətbiq eləmişik də bu üsulları. Ona görə istəyərdim ki, bir təcrübəmdə paylaşım. Mən qrupla iş formasından istifadə edəndə həmişə iki qiymətləndirmə belə deyək də vərəqi hazırladım. Biri qruplarla işi qrupun işini qiymətləndirmə, qrupda işi daha doğrusu qiymətləndirmə. Bir də fərdi qiymətləndirmə
mənim həmişə cədvəlim olurdu ki, Bəli, orada bəli. şagirdlərin adlarını ayrı-ayrı yazırdım. Artıq hansı qrupda olmasının bir əhəmiyyəti yoxdur. Və burada artıq dərsin ayrı mərhələləri ki var idi. Bir tədqiqat mərhələsi var idi. O vaxt elə idi də. Bir də axırda tətbiq etmə Hə, mərhələsi var 7 idi. mərhələ idi də o vaxtı. Bəli, bəli. O tədqiqat mərhələsini qrup işinə verirdim. Tətbiq etmədə heç vaxt qrup iş eləmirdim. Tətbiq etmə həmişə fərdi aparırdım ki, görək hansı uşaq bu öyrəniləni nəhayətdə tətbiq eləyə bildi. Və ondan sonra o dərsin o meyarı ki var idi, əvvəlcədən müəyyənləşdirdiyimiz tərbiyyəçi. Artıq buna əsasən şagirdləri burada qiymətləndirirdim. Yəni ayrıca bir də bunu qiymətləndirirdim. Və bir də təbii ki, qrupun başının üstündə gəzib baxırıq da, kim nə iş görür orada, nə eləmir. Yəni təkcə Bəli. uşaqların öhdəsinə qoymuruq. Həm axırda uşaqların özlərini də qrupda bir-birlərini qiymətləndirib, bir-birinə bal verməsini də istəyirdim həmişə ki, onlar özləri artıq deyirlər ki, müəllim filan kəs heç bir iş görmədi, filan kəs filan iş gördü. Özləri qiymət verirlər, bunu da bacarırlar uşaqlar. Həm də çox obyektiv qiymətləndirirlər mən sizə deyim, onlar özləri. Eee, Fərqinə varmadan mənim yazdığım situasiya suallarından birinin cavabını tapdınız. Dediniz əslində, yəni belə situasiyanın mahiyyətində belə bir şey var idi. Yəqin sınaqlarda hansısa sınaqda da unutmuşam. Sınağı işləyəndə görəcəksiniz. Belə bir cümlə var ki, bir dərsdə bir neçə iş formasından istifadə etmək olarmı? Təbii ki, bu suala cavab tapmaq lazımdır situasiyada. Siz burada dediyiniz nümunə ilə belə cavabı verdiniz. Yəni bir dərsdə yalnız elə qrupla iş deyil, fərdi iş də, yəni 2 iş formasından, 3 iş formasından da istifadə etmək olar. Bu sizin dərsi nə qədər effektiv planlaya bilməyinizdən asılı məsələdir. Yəni bir dərsdə bir neçə iş formasından istifadə etmək olar. Lap qruplarla iş eləyib, sonda yenə sinifin anlamasını yoxlamaq üçün bütöv siniflə iş eləyəndə olur artıq 2 iş forması. Yəni bu fikir doğru olacaq ki, bir akademik 45 dəqiqədə də bir akademik dərs saatında bir neçə iş forması tətbiq oluna bilərmi? Cavab bəli, oluna bilər məsələsidir. Müəllimənin dediyi nümunə də bunu təsdiq elədim. Ola bilir. Sonra cütlərlə işdə məsələn belə tətbiq eləmək olur. Cütlər axı bir sayı biraz çox olur, təqdim etmə müddətləri biraz Bəli. uzun olur da onların. Məsələn belə olanda mən nə edirdim? Məsələn tutaq ki, cəmi 4 tapşırıq hazırlayıram, amma məsələn tutaq ki, sinifdə var 8 cüt və ya da ki, məsələn sinifdə var tutaq ki 10 dənə cüt. 2 Mən verirsiniz. belə elə bir ki, parta ötərək, məsələn tutaq ki, birinci cütləyə tapşırıq verirəm, arxasında bu belə cərgələrdə məsələn belə olanda hardasa bir 2-3 cütləyə eyni tapşırıq düşür. Amma Bəli. ayrı-ayrı cütlərdə işləyirlər də. Sonra onu qiymətləndirməsinə, təqdim etməsinə gəlinir. Cütlərdən biri çıxıb təqdim eləyir, yerdə qalanlar özlərini yoxlayırlar ki, onlar da tapşırığı düzgün yerinə yetiriblər, yoxsa yetirməyiblər. Belə olanda daha səmərəli vaxtdan istifadə eləmək olur. Amma yenə də Bəli. təbii ki, o sinifin imkan verməyindən və bir də sinifdə şagird sayının burada çox böyük önəmi var. Sinifdə şagird Təbii ki. sayı çox olanda bunlardan istifadə eləmək. Bir də təbii ki, mövzu da indi elə mövzular var ki, onu cütlərlə işləyənə çox Sizin məktəbdə şagird sayı ortalama neçədir siniflərdən? Bizdə hal-hazırda 7-ci siniflərimizdə 32-35 şagirddir. Oo. Bəli. 9-cu siniflərimizdə bu vaxta qədər 32 şagirdlə gəlmişdi, amma bu il 9-cu sinifdə 24 şagird, 23 şagird, mənimkilərdə məsələn 20 şagird. Amma ümumiyyətlə o siniflər indiki 9-larla 32 şagird olanda da işləmək çox rahat idi. Çünki bir qayda qanun var idi sinifdə. Amma 7-ci siniflərlə biraz çətin məsələ. Hər şeyi sınamışam onlarla. Hər şeyi sınamışam. Demək olar ki, onlar üçün bir əhəmiyyəti yoxdur. Amma yenə çalışıram ki, nəsə bir şey düzəldək. Mütləq, təbii ki. Amma bəzi şeylər bizdən asılıdır, bəzi şeylər asılı deyil. Bir məsələdə insan bəzən tükənə bilir. 10-cu fikri heç oxumayan müəllimlərdən istəyirəm oxusunlar. Heç oxumayan müəllimlərdən, yəni oxuyan olmasa Aytən müəllimə eləyəcəm. Bu artıq bizim heç oxumayan müəllimlərdən oxumaq istəyən yoxdur. Afət müəllimə, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Cütlərlə iş zamanı şagirdlərin bir-birinə qarşı mənfi münasibətləri onların bir-birinə konstruktiv rəy verməsinə səbəb olur. Bu yanlış fikirdir. Çünki bir-birinə qarşı mənfi münasibəti varsa, onların konstruktiv rəy verməsi düzgün olmayacaq. Yəni bu yanlış oldu.
Hə, bir konstruktiv rəy nə demişdik? Yaxşı şeydir də bu, Yəni müsbət idi. bu əvvəl yaxşını deyəcək, səhvini də deyəcək, yəni yolu da göstərəcək. Ancaq bunlar bir-birinə qarşı münasibətləri yaxşı olmadığı üçün, mənfi olduğu üçün, yəni bu düz alınmaya bilər. Rəy düzgün Bəli, verilməyə bəli, bilər, konstruktiv rəy. bəli, konstruktiv olmayacaqdır. Bunun əksi Olmayacaq. bilirsiniz nədir? Yəni bunu Olacaq dekonstruktiv. e, bəli, Latın dilində de hissəciyi sözün əvvəlinə birləşəndə çevrilir olur inkar şəkilçisi. Ona görə bəli, dekonstruktiv, yəni qarşı münasibət mənfi olanda konstruktiv yox, dekonstruktiv rəy vermək. Konstruktiv olur ki, yaxşı rəy verir, düzgün eləyir, tərifləyir, səhvini deyir, düzəltməyə yol göstərir. Onda bu Müəllim, hər şey yerində termini olardı. üzr istəyirəm, bəli. termin yanlış yadımda qalıb. Destruktiv yazdım, dekonstruktiv oldu. Destruktivdir, bəli. Deməli. Eyni Hə. şeydir, eyni şeydir, narahat olmayın. Dekonstruktiv və ya destruktiv eyni şeydir. Sağ olun. Bəli, bəli, mahiyyət etibarilə eynidir. Destruktiv elə dekonstruktiv leksiyaya uğramış formadır da. Mənfi rəy istənilən halda destruktiv, yəni əks olur da. Əks olmur da, yəni düzgün rəy vermir uşaq bir-birinə. Münasibəti mənfidir deyə qəsdi qərəzli ilə rəy verir. Çünki xoşu gəlmir ondan. Ona görə deyir ki, belə uşaqları bir cütə salmamalıyıq. Bu da yanlışdır. Belə. Bu ikinci məsələni sizə deyəcəkdim. Punktları bitirdik. Deməli, bir dənə sizə fən kurikulumunu nümayiş etdireyim. Fən kurikulumunu sizin qrupunuza da göndərərəm. Kimdə hansı fən varsa deyər. Biologiyanı 100% göndərəcəm. Bioloqlar çoxluq təşkil etdiyi üçün. Bir dənə fən kurikulumu açaq, paylaşaq ekranda biologiya. Deməli belə. Biologiya fən kurikulumunu ekranda görürsünüz. Alt standartlar, izahı və tövsiyə olunan fəaliyyət. Bir dənə alt standart götürürəm, belə maraqlı. Deməli, misal üçün, işıq mikroskopun hissələrini və işini müəyyən edir. Baxın, alt standartdır, düzdürmü? 7, 1, 2, 5 kimi göstərilir. 7 burada nəyi bildirir? Müəllim, sinifi. 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 1, 2, 5 isə alt standartın nömrəsidir. 1 məzmun xəttidir, 1, 2 əsas standartı, 5 isə hamısı bir yerdə olanda alt standartı bildirir. Yəni 1, 2 əsas standart bildirir, burada yazdım. Hanı 1, 2? Hə, 1, 2 bildirir burada. Hüceyrə quruluşunu və strukturlarının funksiyalarını izah edir. Bu 1, 2 əsas standartdır. Onun içində yerləşən alt standartlardan biridir. Alt standart 2 hissədən ibarət olur. Bilik və fəaliyyət. Fəaliyyət dediyimiz yəni feil. İşıq mikroskopunun hissələri və işi. Bölürəm ortadan, baxın. Belə ayırdım. Müəyyən edir nədir? Müəyyən edir, oldu fəaliyyət. İşıq mikroskopunun hissələri və işi nədir? Bilik. Bilik hissəsinə baxıram alt standartın. Bu mənə bu standartı reallaşdıracağım mövzunu seçməyimə kömək edir. Mövzu. Deməli, elə bir dərs götürməliyəm ki, həmin dərsdə mən nədən danışmalıyam? İşıq mikroskopundan. Sözü bu deyil, qarşısında izahda verib. İşıq mikroskopunun hissələrindən danışmalıyam. Burada hissələrin adlarını da qeyd edib. Müəyyən edirdə ki, elədir ki, elə bir fəaliyyət seçməliyəm ki, elə bir iş üsulu, iş forması seçməliyəm ki, uşaqda həmin bu işıq mikroskopunun hissələrini və onun işini müəyyən eləmək, izah eləmək, çatdırmaq, tanımaq kimi xüsusiyyətlər formalaşsın. Aydındır? Bütün hamısı bu formada olur. Deyək ki, 2 qat mayalanma prosesini təsvir edir. Standartı böldüm 2 yerə. Təsvir edir nədir? Fəaliyyət. 2 qat mayalanma prosesi nədir? Bilik. Deməli, elə bir mövzu seçməliyəm ki, biliyə əsasında 2 qat mayalanma prosesinin izahı olsun o mövzunun içində. Təsvir eləməyə dair elə bir fəaliyyət seçməliyəm ki, uşaq bu prosesin izahını verə biləcəyi bir iş forması olsun. Misal üçün, görək başqa nə var burada? Misal üçün, ekosistemlərin təşkili səviyyələrini sadalayır. Sadalamaq nədir? Fəaliyyətdir. Daha dəqiq desək, taksonomiyanın hansı mərhələsidir bu? Sadə alt standartdır da. Faktoloji. Hansı mərhələdir? Xatırlama.
Xatırlamaq. Bəli, ən primitiv. Sadalayır da uşaq sadəcə əzbər deməlidir. Ekosistemlərin təşkili səviyyələri isə nədir? Bizim biliyimizdir. Deməli, ekosistemlərdən danışan hər hansısa bir mövzu götürməliyəm və uşaqlar orada sadalamalıdırlar. Baxın, bunu fərdi işlə də eləmək olar. Çünki uşaqlarda bilimdə kim sadalaya bilir, kim sadalaya bilmir. Müəyyən edeyim. Bax, beləcə qərar verirsən ki, bu sadalamağa hansı uyğun gəlir. Aydındır. Yəni dərs qurmaq çox asandır. Əlimdə deyir ki, vay, 5 manata icmal satanlar var. Yəqin ki, görmüsünüz. Elanları çıxır. Hazır icmallar satırlar 5 manata. Müəllimlər də alır bəhbəhlə istifadə edirlər. Onlar gözəl. Kapitalizmdir. Hər kəs bacardığı formada pul qazana bilər. Bunu hazırlayana sözümüz yoxdur. Sadəcə alan adam. Burada nə var ki, bunu hazırlamağa? Standartdır da götür, bax, izahı da var, fəaliyyət də var. Daxili və xarici amilləri təhlil edirik. Çiçəkli bitkilərdə qazlar mübadiləsinə təsir edən daxili-xarici amillər. Çiçəkli bitkilərdən danışan bu məsələdən danışan mövzu seçməliyəm. Təhlil edirə uyğun fəaliyyət seçməliyəm. Baxın, fəaliyyətimi də verim. Hansısa qrafikləri təhlil eləmək, mikroskopun müşahidəsi altında bitkilərə baxmaq, ağızcıqların şəkillərinin müqayisəli təhlilini aparmaq dərs fəaliyyətidir. Demək, neynədim? Buradan bir dənə götürüb bunu yazıram təlim nəticəsi. Bir dənə özümə iş forması müəyyən edirəm. Bunu qrupla da eləmək olar, cütlərlə də eləyə bilərəm. Fəaliyyət kimi bunlardan yazıram. Qiymətləndirmə meyarı da yazıram ki, elə bir bu təhlil ediri götürürəm, yazıram təhlil etmə. 4 səviyyədə bölürəm bu təhlil etməni. Qurtardı getdi. Dərsi qurdum da. Burada nə var ki? Heç mən bioloq deyiləm, mən tarixçiyəm. Belə üzünə baxanda artıq prosesi təsəvvür edib beynimdə qura bilirəm. Çünki bu alt standartla necə yanaşmalıyam, onu bilirəm. Bir dənə onu bilmək bütün dərsi qurmağıma kömək edir. Və bir də bunu hələ 5 manat verib hər gün icmal alanlar. O icmal hazırlayan adam sizdən təbii ki, çox bilmir. Sadəcə standartı götürürsünüz, həmin standartı reallaşdıracağınız mövzunu seçirsiniz. Tədavə qaydasını eləyib mövzunu. Mövzunuz nədirsə, həmin mövzuya uyğun gəlin burada standartı yazın icmalın yuxarısına, təlim nəticəsinin altına. Öyrətdiyim kimi bunu bölürsünüz, əlaqələndirir. Böldüm, əlaqələndirmək bir fəaliyyətdir. Buna uyğun iş üsulu, iş forması seçməliyəm. İş üsulu, iş forması. Əlaqələndirmək. Demək, neynirəm? Açıram iş üsulları mövzusunu Taimin kitabından. Orada hər bir iş üsullarının altında şagirddə formalaşdırdığı bacarıqlar var. Baxıram, görüm əlaqələndirmə bacarığı hansı iş üsulunda formalaşır. Həmin iş üsulunu götürüb yazıram ora. Qurtardı getdi. Belə qərar verirəm. Təsvir etmə, nə bilim, izah etmə, harda yazılıbsa, həmin iş üsulunu götürürəm, tətbiq edirəm, gedir. 2/2. 3-5 dəqiqəyə rahat icmalı qurmaq olur, istədiyiniz kimi. İmprovizasiya da eləyə bilərsiniz. Yəni, bu, necə deyək, satışdan almaq, kiməsə möhtac olması məsələ deyil. Yolunu sizə öyrətdim. Özünüz icmal düzəldib sata da bilərsiniz. İnanın ki, alırlar. İnanın ki, alırlar. Rahat sata da bilərsiniz. Çörək yeri dedim sizə. Deməli, bizim bir sınağımız var idi, qrupa göndərdiyimiz. Həmin sınağa baxmaq istəyirəm mən. İndi paylaşım eləyim. Görək nəticələr necədir. Deməli belə, bilik və onun növləri sınağı, nəticələr. Görək vəziyyət necədir? Yeni 10 yazan varmı? Aytəkin müəllimə 10 yazıb. Əla. Şamalə müəllimə 8 yazıb. Sizi Sonra sevindirmək istədim də, bilmirəm. hə, Gördüm mən səhv eləyəni, çox nəhayət ki, sevinirsiniz. deyə sizə səhv elətdirdim, gördünüz. Seyidəm də mən bir tərəfdən. Təbii ki, bu zarafatdır, mən Seyid falan deyiləm.
23 aprel burada Gülşən müəllimə 8 yazıb, əla. Afət müəllimə 8 yazıb. Bu dəfə də 8-lər çoxdur. Gülay müəllimə 7 yazıb. Aşağı gəldikcə qanım qaralır. Sonra 7 burada var. Fəriyadə müəllimə 7 yazıb. Sevinc müəllimə 6 yazıb. Qanım get-gedə biraz da qaralır. Nigar müəllimə 6 yazıb. Burada İlahə müəllimə yəqin Ədilova 3 yazıb. İlahə müəllimə bu qrupdandır, yoxsa yox, burada yoxdur. Fidan Abbasova. Fidan müəllimə bu qrupdandır. Hə, buradadır. Fidan müəllimə 2 yazmısınız deyəsən. Hələ bir sualda cavabsız qoymuşsunuz. Axşamınız Niyə xeyir. belə? Axşamınız xeyir. Müəllim, mən sizin dərsə qulaq asmamışdım, düzü. Axşam elə Hə, pis işləmək gözəl, istədim. gözəl. Bu, Hə, bəli, girə əsl. bilməmişdim dərsə, 3 dərsə Hə. girə bilməmişdim. Bu ibrətli nümunədir, əsl. İcazənizlə bunu ibrətli nümunə kimi Bülbül müəllimə qulaq asmayanda nəticə necə olur, bunu belə göstərim. Deməli, 2 düz, 7 səhv, bir dənə də cavabsız olur hətta. Düzdür elə. Bu səhvlər yox, səhvlər normal halda. Amma bu cavabsız bilirsiniz də mənim təmiz belə qanımı qaraldır. Heç olmasa nəsə mütləq yazın, cavabsız Yo, bu qalmasın. 3-4 dərsə girməmişdim, düzü. Axşam ancaq kitaba biraz baxdım, istədim işləyəm, o da səhv olub hamısı. Hə, elə olur da, elə olur. Dərsə mütləq baxın, dərsdə Dərsə yaxşı şeylərdən vaxtında danışırıq. girmək Hə. lazımdır, bəli. Bəs. Bəli. Deməli, cədvələ əsasən bir doğru fikir seçməliyik. Doğru fikir deyirəm, daha doğrusu uyğunluq seçməliyəm. Doğrudan doğru, yanlışdan yanlış seçməliyəm. Salam yazmışam bura. Yəqin yorğun vaxta düşüb. Sağlam ekoloji mühitin insan fəaliyyətində nə kimi rolu var? Faktoloji bilik, təbii ki, faktoloji deyil. Nədir, əziz müəllimlər bu? Nədir o biliyin növü? Konseptual biliyorlar da bu yer. Hər halda, konseptual. Konseptualdır, bəli. Bunu çıxdıq. Hansı milli dəyərlərə hansı milli dəyərlər ümumbəşəri hesab oluna bilər? Yenə veriləcək sualın cavabı təxmin oluna bilmir. Bir çox dəyərlər var, oradan ümumbəşərləri seçmək lazımdır. Bu konseptual bilikdir. Azərbaycanda tarixən hansı dinlər mövcud olmuşdur? Prosedural. Mənim fənnəm olduğu üçün həmkarlarım bilirlər ki, tarixən hansı dinlər mövcud olub? Bunlar bəllidir. Zərdüştlük, İslam, bütpərəstlik. Bunlar olub, bunlar bəllidir. Bunlar faktoloji bilikdir biz tarixçilər üçün, prosedural deyil. Bu da yanlışdır. Deməli, burada uzun bir cümlədir. Axırda deyir, təhlil edin və dəyərləndirin. Sonluğuna baxıram, bəli, bu konseptual bilikdir. Cümləni heç oxumuram. Doğrudan doğru 2-ni seçirəm, yanlışdan yanlış 3-ü seçməli idik. Müəllimə isə tamamilə doğrudan yanlışı, yanlışdan isə doğrunu seçin. İkinci tapşırıq, deməli, şagirdə meşələrin yer üzündə həyatın mövcud olması üçün əhəmiyyəti mövzusunda esse yazmaq tapşırılıb. Verilən tapşırıq biliyin hansı növünə aiddir? Yəqin ki, esse yazmağa görüb, müəllimlərimiz səhv eləyənlər prosedural götürüb. Mən də prosedural götürdüm. Təbii ki, özü baxmadan bilirəm də. Müdavimlərimi çox tez tanıyıram. Bilirəm, düşünmə xüsusiyyətlərindədir. Esse yazmağı görüblər. Esse nədir? İnsanın öz fikirlərini ifadə eləməsidir. Lakin burada ifadə eləyəcəyim fikrin mahiyyətinə baxmalıyam. Nəydən danışacağam? Yer üzərində həyatın nə üçün mövcud olması üçün əhəmiyyətlidir. Meşələrdən danışıram. Meşələr nə üçün əhəmiyyətlidir sualdır da bu. Buna Məndə esse cavab yazıram yazmağın biz. özündə də axı bir ardıcıllıq var da, bir alqoritm var da, bir plan cızmalısan, əvvəl nədən danışacağam, sonra nədən Esse danışacağam. əməli yazı nümunəsidir. Aha. Esse əməli yazı nümunəsidirmi? Soruşuram.
Əməli yazı. Oturub yazanda əməli yazı olmur, nümunə olmur. Əməli yazı nümunəsi ərizə, arayış, tərcümeyi hal bunlardır, düzdürmü? Əməli yazı nümunələrini yazmaq proseduraldır, amma digərləri içində yazacağım məsələdən asılıdır. Mahiyyəti burada meşələrin əhəmiyyətinin, nə üçün əhəmiyyətli olmasını yazırsan axı essi. Olmasın essi, olsun inşa. Yaxşı, deyək essenin strukturu var, olsun inşa. İstənilən halda Deməli, harda esse görsəm o konseptual bir yol olacaq. Elə? yox. Aha, Bu situasiyada, bu situasiya. bu situasiyada bəli. Müəllim, Vəziyyətə üzr görə istəyirəm. bəli. Üzr istəyirəm. Ola bilər bu biraz Azərbaycan dili ixtisasına yaxındır. Esse əməli yazı nümunəsi deyil, amma yazı işlərindən biridir. Düzdür, orada da Bəli. müəyyən ardıcıllıq var. Çünki essedə giriş əsas nəticə hissi olur. Müəllimə dediyi kimi bir girişi olmalıdır. Amma vacib məqam şagirdin orada düşüncələridir də. Yəni mövzunu necə anlayıb və fikrini necə ifadə etməsidir. Ona görə mən konseptualı seçdim. Amma Bəli, doğru eləmisiniz. normal onun da giriş əsas və nəticə hissəsi kimi ardıcıllığı var. Bəli. Amma burada bizə essenin strukturundan danışmırıq. Biz burada uşağın Bəli. esseni hansı mövzuda yazmasından danışırıq. Ona görə də bu konseptualdır. Burada. Uyğunluq. Müəllimə boş qoyub. Deməli, burada iki mərtəbə sualdır. Birinci, burada biliyin növlərinin özünü tapmaq lazımdır. Deklarativ biliklər arasında əlaqə tələb edən bilikdir. Bu hansıdır? Müəllim, konseptual bilikdir. Mən bunu müəllim heç Konseptual. tapmışam. Bəli, bu Rəqəmləri konseptualdır. elədim. Bir dənə burada Hə, rəqəmləri bu tapmışam. Amma bunu birinci burada bu biliyin növlərini tapaq da. Alt kateqoriyalarından biri spesifik bilikdir. Bu olur faktoloji. Cümlənin sintaktik təhlil yolunu bilmək bu biliyin növünə aiddir. Bu da olur Prosedural. prosedural. İndi keçirik ikinci məsələsinə. Verilmiş şəkildəki işarə nəyi bildirir? Bu daxil olmaq giriş qadağandır nişanıdır. Bunu Bu əzbər bilir hansı də uşaq. biridir? Faktoloji bilir. Ya, uşaq da elə böyük də bu yol hərəkət nişanıdır da. Maşın sürən hər kəs bunu əzbər bilir ki, bu nişanı görəndə nişanın mənası nədir? Sizcə sürücülərə və piyadalara qoyulan tələblər eyni ola bilərmi? Fikir verin. Açıq bir sual. Müzakirəyə açıq Konseptualdır. sual. Konseptualdır. Bu kompüterdə olan informasiyanı digərinə necə köçürmək olar? Nə bilim, 100 min Sonra olar, Bluetooth olar, alqoritmlər. proqram olar. Müəyyən bir ardıcıllığı var. Bu prosedural bilikdir. 1-ə B, 2-ə, 3-ə C bu cür birinci deməli biliyin növlərini seçmək, daha sonra isə aşağıdakiləri biliyin növlərinə uyğunlaşdırmaq lazım idi. Şagird memarlıq abidəsini yaratmaq üçün nə etmək lazım olduğunu bilir. Yəni yaratmağın yolunu bilir. Bu da olur prosedural. Fikir verin, yaradır demir. Biz dedik axı, uşaq hətta yolun bizə durub şivahi desə belə, bu prosedural biliyə aiddir. Qədim Alban əhalisinin həyat tərzi və məşğuliyyətinin zənginliyi nə ilə bağlı idi? Yəni dəyişdirsək, qədim Albanların əhalisinin həyat tərzi və məşğuliyyəti nə üçün zəngin idi? Eyni mənalı sualdırmı? Bəli. Mən bunu Konseptual. faktoloji götürmüşəm. Deklarativ. Müəllim, mən Yəni də orada faktoloji nəyə götürdüm. əsasən götürdüm? Qədim fikirləşdim ki, yəqin uşaqlara tarix dərsində bu keçirir ki, məsələn, nə ilə bağlıdır? O tərəfə yönəldim. Əslində konseptual faktoloji arasında getdim, gəldim, amma axırda deklarativi seçdim. Yəni. Bir də Nə bu üçün sualdır da səhv bu? eləmişəm. Nə üçün zəngindir də bir növ. Nə Mən üçün zəngindir Alban tərzi? mən də müəllimə kimi fikirləşib elə götürdüm. Amma səhv Nə götürdünüz? eləmişəm. Deklarativ götürmüsünüz də, Hə, əzbər bilik mən də götürmüsünüz. konseptual seçmişdim. Sonra dəyişdim deklarativ. Yox, əzbər bilik olmur bunlar. Bir tarixçilər bilər ki, hər bir xalqda burada səbəb dəyişə bilir. Bütün xalqlar üçün bu eyni bilik deyil bu. Albanlarda bir cürdür, Atropatenada başqa cür olub, Sasanilərdə başqa səbəbləri var, Osmanlıda başqa səbəbləri var. Hər bir dövlətin həyat tərzi və məşğuliyyətinin zənginliyinin müxtəlif səbəbləri var. Bəzisi dəniz sahilində yerləşdiyi üçün
zəngin ölkə olur, bəzisi deyək ki, mühüm ticarət yolları üzərində yerləşdiyi üçün olur, bəzisinin özündə mədəniyyət inkişaf eləyir. Balkan ölkələrində Yunan mədəniyyətinin təsiri çox olduğu üçün onların Əslində o da mədəniyyəti sən onu zəngindir. açıq sual kimi düşünsəydin, Hə, bu yəni ölkələrə görə bunun müxtəlif cavabları var. Hər birinin özünə məxsus səbəbləri yerli və xarici amillər tərəfindən formalaşa bilir. Axşamınız xeyir müəllim. Bu Axşamınız xeyir. səbəblər müxtəlif olsa da kitabda yazılmır ki, məsələn, o ölkə haqqında uşaq oxuyanda orada yazılmır ki, səbəbi budur və buna görə uşaq onu oradan oxuyur, öz Bir öyrənir. səbəb deyil ki, bir neçə səbəbdə mən tipik səbəbləri saydım. Bunlar bir səbəb deyil. Bir neçə səbəblər, bir neçə amillər buna təsir göstərə bilər. Burada da açıq sualdır ki, bu zənginlik nə ilə bağlıdır? Bunu oturub bilmirsən axı uşaq hansı səbəbi sənə gətirəcək. Yenə başı açıq sualdır. Təxmin O eləyə bilmirsən. Hə, konkret bir cavabı olsa, məsəl üçün qədim Albaniyanın paytaxtı hansı şəhərdir? Bunun bir dənə cavabı var, Qəbələ. Yəni burada uşağın alternativ fikri yoxdur. Bu faktolojidir. Amma burada səbəblər çoxdur. Hər hansı birini deyə bilər. Və yaxud da özündən yeni bir səbəb tapar, deyər ümumiyyətlə heç sənə heç bəlli olmuyor. Belə məsələlər çıxa bilər ortaya. Burada deməli, deyir ki, baba dərsə hazırlaşarkən müxtəlif metodlardan istifadə edir. O dil qaydalarını yadda saxlamaqdan anlamanın bir yolunun da bədii əsərlər oxumaq olduğunu bilir. Şiverin müxtəlif metodlarıdır. Yəni, nəyisə öyrənmək üçün bəlli bir yolun yaxşı olduğunu dərk edir, anlayır. Bu da olur metakognitiv bilik. Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu anlamaqdır. Bu terminoloji deyil. Müəllim şagirddən qeyri-istehsal sahələrini sadalamaq istəyir. Coğrafiyaçılar bilirlər ki, bu əzbərdir. Qeyri-istehsal sahələrini sadalamaq. Sadəcə deyir say. Sadalamaq, biz bunu həm də biz xatırlama mərhələsinin feili olaraq da bilirik. Bu deklarativ bilikdir. Taksonomiyanın da xatırlama mərhələsidir. Burada biliyin bütün növlərinə aid. Deməli, şagird məsələni həll etməzdən öncə onu təsəvvüründə canlandırmağın anlamasına yardım etdiyini bilir. Bu cür biliyə nə deyirik? bu metakognitivdir də. Bəli, metakognitiv Anlamasını necə deyirik. Şagird yayda okeandan materika doğru əsən küləklərin adlarını sadalayır. Sadalamaq bayaq dedik, faktoloji, yəni deklarativ bilikdir. Şəhər və kənd əhalisinin say nisbəti etibarilə dəyişməsini hesablayır. Bu İş deklarativ icralıdır. bilik Prosedural. olmur. Sağlam həyat tərzinə təsir edən amilləri qruplaşdırır. Bu da konseptual. Doğru getdi. Qruplaşdırmaq, ayırmaq, kateqoriyalara bölmək, təsnif eləmək. Bunlar konseptual bilikdir. Burada məişətdə istifadə olunan avadanlıqların əksəriyyəti insan əməyini yüngülləşdirsə də, onlarla düzgün davranmada da qəzalar baş verirlər. Qəzaların baş verməməsi üçün hansı təhlükəsizlik qaydaları hazırlanmalıdır? Təbii ki, bu sualın cavabı yenə bilinmir uşaq nə cavab verəcək. Uşaq beynində qəzaları, həmin qəzalardan xilas olmağın yollarını yadına salmalıdır, faktlar və bunlar arasında əlaqə qurmalıdır. Bu olacaq konseptual bilik. Apardığı araşdırma əsasında monarxiya və respublika idarəetmə formalarını müqayisə edən şagirddə biliyin hansı növü olur? Təbii ki, müqayisə eləyir, olur konseptual. Taksonomiyanın mərhələsi Anlamaq. Mən Müqayisəyi anlamam, tətbiq etmədə də var idi. Faktoloji bilikləri müqayisə edə burada. Bəli, O zaman monarxiya və sadəcə olaraq, respublikada bunlar nədir? Anlama, Faktoloji anlamadı, biliklərdir. anlama. Bəli, burada anlamaqdır, çünki bu xatırlamaqdan gəlir. Yaxşı təfəkkür? Məntiqi olar da mənim olurlar, anlayışım. iki bir yerdə olur Bəli. həmdə. Ülvi müəllim, Məntiqi. bayaqki sual var idi, müəllimlər soruşurdu. Onu mən bu metodla elədim, bilməm nə dərəcədə düzdür. Məsələn, 2 dənə cavab var da, normalda bu imtahanda da belə olur.
Təhlil etmədə necə ki, ən vacib, ən üstün bunu götürürüksə, orada da mən açar məqam siz dediyiniz kimi nə üçün sualını götürdüm? Mən də ikisi arasında get-gəldəydim. Amma nə üçün sualına görə mən konseptualı seçdim? Yəni olarmı ki, belə yaxın cavablı suallarda biz açar məqam deyirik ki, həmişə işimizə yaramır, amma belə məqamlarda açar məqama köklənsək, həmişə bizi düzgün istiqamətə aparar, yoxsa yanılmalar da ola Adətən bilər? aparmalıdır. Hə, adətən aparmalıdır. Konseptual bilikdə nə üçün sualı əsas məqamdır, bəli. Apara bilər. Fokuslana bilərsiniz. Konseptual biliyi tapmaqda nə üçün sualı işə yarayır. Eləyə bilərsiniz. Müəllim, bir dənə söz deyim. Onu bir dənə yerinə qoyub nə üçün birində nümunə göstərə bilərsiniz? Nətər məsələn? Mən o sualı qoya bilmirəm nəsə beynimdə. Hə, nə üçün yerinə qoya bilmirsiniz? Hə. Deyir burada Albanlar. Qədim Albanların həyat tərzi və məşğuliyyətinin zənginliyi nə ilə bağlıdır? Qədim Albanların həyat tərzi və məşğuliyyəti nə üçün zəngindir? Eyni məna olduğu. Qoyduq da yerinə. Qədim Bəli, bəli. Albanlar əhalisinin həyat tərzi və məşğuliyyəti nə üçün zəngindir? Axı burada zənginliyini təsdiq eləyir bizə. Artıq zənginliyi dəqiq məlumat kimi bizə verir. İndi deyir zənginliyi nə ilə bağlıdır? Nə üçün zəngindir? Eyni sualdırmı mahiyyət etibarilə? Bəli. Demək bu konseptual bilikdir. Biz bir də nə vermişdik? Təfəkkür testləri, səhv eləmirəmsə, test toplusundan. Düzdürmü? Bəli, bəli. 65 testi. Bəli. Baxaq təfəkkürə. Görək burada təfəkkürlə bağlı bildiyimiz, bilmədiyimiz nələr üzə çıxacaq. Təfəkkür səhifəsi gündəlik qayıdaq. Təfəkkür və onun növləri 48. Neçədir bu? 50. 948. Hə, deyin gəlsin, baxaq, görək təfəkkürdən hansı sualların ehtiyacı var. Bacarıqların burada izahı da elə. Əzbər kitabdakı cümlələrdir, olduğu kimi götürüb yazıb buram. Təfəkkür sınağını işləyəndə biz bunların hər birinə bir açar məqam yadda saxlamışdıq. Bilim. Burada üzr istəyirəm. Səhvim yox idi, amma bir sual mənə maraqlı idi. İkinci sualda E variantını götürmüşdüm yanlış olaraq. Orada onu yanlış eləyən addım-addım məsələsidir də. Yəni biz problemin həllində hər şeyi addım-addım izah etməməliyik. Bəzi şeyləri şagirdin özünə buraxmalıyıq da istiqamət verib. Buna görə yanlışdır bu cavab. Yəni düzgün götürdüm, sadəcə həmin sözə görə götürdüm yanlış olaraq. Yəni az xidmət edir də belə deyim. Yanlış yoxsa Yəni burada xidmət fikir verin, sual çox hiyləgər qurulub. Demir xidmət etmir. Yəni bunların 5-i də xidmət edir. Lakin daha az. Yəni uşağın inkişafına az qatqı verən, bizim tərəfdən ən az uşağa faydası dəyən üsulu seçməliyik. Cavab yəqin ki, Y çıxıb elə. Müəllim təqdim etdiyi problemin həlli yolunu, addımlarını şagirdlərə aydın təlimat çatdırır. Fikir verin, həlli yolunu biz istiqamətini uşağa verməliyik. Addımları yox. Addımları verməyimiz uşağa cavabı çatdırmağımız deməkdir. Sağ olun müəllim. Bir dənə elə onu dəqiqləşdirmək istəyirəm. Bəli. Həlli yolunun istiqamətini ver. Bənzər problemin həllini nümayiş elətdir nümunə kimi, Vygotsky-dən scaffolding kimi bilir bunu. Amma birbaşa bu necə həll olunmalıdır desən, sadəcə uşaq sənin qoyduğun izdən gedəcək. Uşağa heç bir şey qatmış olmayacaqsan. Lakin yoldumu? Bəli, bu özlüyündə bir yoldur. Deyək ki, test toplusunda repetitor müəllimlər bilirlər də 1-dən 50-yə qədər deyək ki, suallar hamısı eyni məsələ ilə bağlı olur. Müəllim orada birinci sualın həllini sizə desə, birinci məsələnin deyək ki, necə həll olduğu yolunu desə, o tipli olan bütün bir yerdə qalan 49 sualı yaza biləcəksiniz. Bax, bu deməkdir. Bu özü də bir metoddur. Tətbiqi fənn üçün işə yarayır. Biologiyada elədir də. Biologiyada məsələ tipləri var da, bildiyim qədərilə yeni proqramda daha çox istifadə olunur.
Yəqin ki, müəllimlər sizə o məsələ tiplərini izah edir. Hansı məsələni hansı yolla eləmək daha effektivdir. Yəni o tipə aid bir dənəsinin həlli yolunu sizə göstərir. Ondan sonra o tipə aid bütün məsələlərin öhdəsindən gəlirsiniz. Yəni bu Çox da sağ bir olun. üsuldur, bəli. Amma burada yuxarıda verilən fikirlərə nisbətdə bunun faydası daha azdır. Yəni sualın şərti çox hiyləgərdir. Demir xidmət etmir. Cavab xidmət etmir olsaydı, bu yeyini götürsəydi, bu test səhv olacaqdı. Çünki bu da özlüyündə faydalı üsuldur. Sadəcə nisbət məsələsi var. Başqa hansı tapşırığa baxaq? Ona görə həmişə mən nə deyirəm? Sualın şərtini mütləq yaxşı oxuyun. Sizə nə verib? Situasiyada və yaxud da elə adi sualda və sizdən nə istəyir? Bunu tapdınızsa, sualın 50-60% artıq sizindir. Bir də qalır aşağıdakı variantlara baxmaq. 40% də odur. Hansı suala baxaq? Hansı tapşırığa baxaq? Deyəsən müəllimlər işləməyib. Belə sakitçilik olanda adətən elə olur. Burada adətən mənə izah etdirilən sual hansı idi? Bir dəqiqə, həmişə onu soruşurdular ki, bir dəqiqə, məntiq xətaları yox, bunlar asandı idi. Cavabı məntiqi təfəkkür olan bir sual var idi. Hansı sual idi? Mən onu həmişə izah edirdim. 61 deyildi ki, müəllim. Bir dənə o var idi orada. Məntiqi təfəkkür olacaq idi cavab. Amma rahat sual idi. Şagirdlər düşünür ki, ismin yiyəlik halını bilməsə, söz birləşmələrini, nəticələrini anlamaq mümkün olmayacaq. Ölkə də bu idi. Cavabı məntiqi təfəkkür olan sual yeganə budur burada. 61 deyim. Mən bir dənə Cavab bunu mən- xatırlayıram ki, bu da məntiqi idi. Bəli, Bəlkə məntiqi başqa idi. mövzunun içində olub cavabı. Hə, şagird düşünür ki, ismin yiyəlik halını bilməsə, məntiqi təfəkkürün izahı nə idi? Səbəb-nəticə əlaqəsi idi də, düzdürmü? Yəni əlaqəli idi, əlaqəli idi nədir? Səbəb-nəticə. İsmin yiyəlik halını bilməsə, nədir? Səbəb. Söz birləşmələrini anlamaq mümkün olmayacaq. Nədir? Nəticə. Səbəb-nəticə əlaqəsi məntiqi təfəkkür. Başqa yox da, bu sual deyildi. Mən bir dənə 5-ci suala baxa bilərik. 5-ə Təfəkkürün növləri 5-ci sual. 5 dediniz, Mən yəni cədvəl- 15 dediniz. Hə, 5 bəli. eşitdim mən ona görə. Hə. 5 baxaq. Nə deyir 5-ci Cədvəllərlə biraz tapşırıqda? vaxt qaldı. Ha, cədvəl. Hər qrupda biz deyirik də, həftənin hər günü bu cədvəl izahını verirəm. Bunun bəlkə bir videosunu çəkimi. Bilirəm. Yox, Ülməm, cədvəlin nəzər edəcəyimi bilirəm. Bax, məsələn, orada bilirəm ki, cavab 1-3-dür və belə də götürmüşəm cavabı. Amma ikinci fikir orada məni biraz belə deyək də, qıcıqlandırır. Hə, fikir sizə problem yaradır. Elə bilirəm cədvəl Fikir mənə problem yaradır. Yox, Hə, cədvəli fikir necə həll problemi. etmək lazımdır, bilirəm. Fikir mənə problem. Tənqidi təfəkkürə malik şəxslər alternativ yollar tapmaqda tərəfdəli olurlar. Niyə doğru olmasın? Müəllim, Ha, yaradıcı çünki təfəkkürə aiddir o, ona görə. Yaradıcı bəli, təfəkkür. alternativ fərqli yol tapmaqdır. Bu tənqiddə yox, yaradıcı insan üçün xüsusiyyətdir. Nə? Kəmal bəy, səsiniz biraz elə bir arxa fonla gəlir. Ola bilər, yəqin mikrofon biraz uzağa. Hə, uzaqlaşdı deyə. Eşidirsiniz indi? Eşitməkdə, hə, indi yaxşıdır. Eşitməkdə çətinlik çəkirəm. Hə. Sadəcə izahı budur ki, alternativ yol nədir? Yəni yeni yol axtarmaqdır da. Yeni yol axtarmaq bir Mən bunu yeniliyi. bilirsiniz nə cür? Mən bu cümləni nə cür şərh eləmişəm özüm üçün? Yəni alternativ yol o deməkdir ki, mütləq yeni yoldur. Alternativ yol olan yolların içərisindən seçilmiş yol da ola bilər də. Ona məsələn Hə. müxtəlif alternativ yollar qarşısındadır və içərisindən dəyərləndirib seçir. Niyə bu tənqidi təfəkkürün səriştəsi olmasın ki? Bu məni Yox, biraz beynimi yaradıcılıqdır. qurdalayır. Hə. Hə, bu bilirsiniz nədir? Bu Baş Dövlət Yəni Yol mütləq Polisi deyil ki, orada İdarəsi. özü nəsə yaratsın alternativ yolu. Onun üçün Hə, məsələn hə, bu günlər bildim. biz alternativ enerji mənbələri deyil. Onu mən kəşf eləmirəm ki, uşaqlar bilirlər ki, alternativ enerji mənbələri bunlardır və seçim et ki, hansı daha məsələn Azərbaycan üçün tutaq ki, hansı daha səmərəlidir. Bunu seçim eləyə bilir. Yəni niyə bu tənqid təfəkkürün
Yo, çərçivəsi olmalı. alternativ enerji mənbələrini seçməyəmiş, alternativ enerji mənbələrində də yeni kəşf olunanları var. Müəllim, burada səriştə Yox, sözü bacarıq, kəşflər olunub. üzr istəyirəm müəllimə. Ola bilərmi ki, səriştə sözü ə, həmişə deməkdir də, yəni səriştə bir bacarıqdır, vərdiş halını almış məncə. Yaradıcılarda axı bu daha sürətli şəkildə baş verən bir şeydir. Tənqidlərdə ola bilər ki, biraz gec məsələn olsun, amma Yox, yaradıcılar daha ümumiyyətlə bu məsələ deyil də, bu metodikanın qəbul etdiyi bəzi prinsip və həqiqətlər var. Necə ki, bilik mövzusunda danışırdıq. Tənqidi təfəkkür insanın məsələyə yanaşma tərzidir. O bir onun daimi həyata keçirdiyi bacarıqdır. Yəni əyriyə əyri, düzə düz deməkdir. Amma yeni bir şey axtarmaq, alternativ üçün beynində bir fəaliyyət həyata keçirmək, bu istənilən halda yaradıcı təfəkkürü işə salır. Bu siz alternativ yol Or- məsələsini Bakı Baş Dövlət Yol Polisi İdarəsində Vaqif Axundov var, İctimaiyyət Əlaqələr şöbəsində. O həmişə Aha. Neftçilər prospekti bağlananda deyir ki, alternativ yollardan Alternativ istifadə yoldan edin. istifadə edin. Neftçilər prospektinin alternativ yolu birisi də dənizin içindən getməkdir də Əhməd deyə. Mhm. Onun O zaman alternativ mən yolu burada yoxdur açar da. söz olaraq yəqin tapmağı götürməliyəm. Yox elə Alternativ. alternativ yol. Olan bir şeyi qoyub fərqli bir şey axtarmağa çalışmaq insan beyninin yaradıcılıq tələb edir. Bu belə qəbul olunur. Aydındır? Yəni o Yox, hər bir orada şey alternativ yollar yenə deyirəm, başqalarının bizə təklif elədiyi yollar da ola bilər ki, biz heç nə hə eləmədik, amma bu onların baş içərisindən dövlət nəyisə seçirik. onu deyirəm də Vaqif Axundovun təşkil etdiyi yolları seçmirik də. O deyir alternativ yol. Neftçilər prospekti yeganə Azərbaycandakı prospektlərdən biridir ki, onun alternativ yolu yoxdur. Məsələn, biz sinifdə şagirdlərə qiymət almağın müxtəlif yollarını təklif edirik də, alternativ yollar fikirləşib. Məsələn, bunu bacarmısan, bunu elə, bunu bacarmısan, bunu elə, bunu bacarmısan, bunu elə. Uşaq onların içərisindən özünə ən səmərəli olanını seçir, dəyərləndirir və deyir ki, müəllim, mən tutaq ki, belə eləməlisən. Məsələn, mən uşaqlara bəzən imkan verirəm ki, onlar Siz bilirsiniz nəyə qarışdırırsınız? Siz Hı. alternativ yolu seçməklə tapmağı qarışdırırsınız. Mən Siz də orada onu deyirəm ki, uşaqlara mən açar söz olaraq tapmağa götürməliyəm. tapmaq, bəli. Alternativ yol Hı. tapmaq mənim yeni bir yol fikirləşib tapmağımdır. Hə, Yəni icad eləməyim, kəşf eləməyimdir. aydın. Amma seçmək odur ki, siz mənə bunu vermisiniz, mən bunu seçirəm. Məsələn, Hə, hə. neftçilərə alternativ yol tapmaq lazımdır həqiqətən. Dənizdən bir nəqliyyat fikirləşmək lazımdır. Orada seçim şansı yoxdur. Neftçilər prospektinin alternativi, yəni yanından bölündə başında eyni marşrut üzrə hərəkət etməli yol yoxdur. Ona görə orada bax yaradıcı təfəkkür lazımdır bizə ki, yeni yol tapaq. Ona görə deməli tapmaq məsələsi bəli, Hə, alternativ yol tapmaq tapmaq, məsələsi. seçmək fərqli şeydir. Alternativ enerji mənbələri dünyada geniş yayılmışlar var. Bir də var indi də yeni tapılan yollar. Məsəl üçün antimaddə vasitəsilə elektrik enerjisi alınması yolu üzərində nəzəri də olsa iş gedir. Antimaddə deyilən bir maddə yaradıblar. CERN laboratoriyalarında, İsveçrədə. Bu 1 qramı, 1 qramlıq deyil antimaddə bir şəhəri 1 ay müddətində elektrik enerjisini təmin edə bilər. Təsəvvür edirsiniz 1 qramı. Belə bir fantastik tapıntıdır. Baxın, dünyada məşhur deyil. Hələ mən indi o məqalələrini oxuyuram. Baxırsan ki, adamlar yəni qeyzeri vaxtında qeyzer də yeni tapıntı hesab olunurdu. İslandlar onun enerjisindən istifadə edirdilər. Lakin artıq bunlar adiləşib. Günəş enerjisi, nə bilim, külək enerjisi, qabarma çəkilmə enerjisi, bunlar artıq adiləşib. İnsanlar artıq antimaddədən enerji almaq üzərində iş aparırlar. Yəni alternativ enerjiyə belə artıq yenisini tapıb əlavə edirlər. Ona görə yaradıcılıq məsələsində ortaya bir icad çıxarmaq lazımdır. Sualı müzakirə edib, aydın, daha aydın oldu mənə. Təşəkkür edirəm. Bəli, çox gözəl, çox gözəl. Başqa? Bir də o Konvergent, divergentdə boş problem yaranmadı ki burada. yox, orada məndə yoxdur. Onları ayıra bilirəm. Boş adam xətasında biz siz bir söz demişdiniz. Demək istəyirsən ki, Bəli. əlavə eləmək. Bir də o sözün onun əvvəlinə bir də sözünüzdən belə çıxır ki, də demək olar yəqin ki orada. Sözünüzdən belə çıxır ki, mən yəqin ki o sözdən də əvəz eləmək olar təkrar. Hə, sinonim kimi eləmək olar. Bəli, situasiya yazılmağında eləmək olar. Məntiq xətası belə
bariz şəkildə yazılmır da imtahanda, sualda. Qısa konkret belə situasiyanı verim, altdan məntiq xətasını soruşum, belə bəsit olmur. Məntiq xətası o dərəcədə vacib mövzu deyil ki, ona spesifik bir sual həsr olunsun. Təsəvvür sertifikasiya gedirsiniz, bu havayda proqramdan 10 sual çıxacaq qarşınıza. Onun biri spesifik məntiq xətasından olsun, belə şey olmur. Bu o qədər də önəmli mövzu deyil. Bütün sualları səhvsiz yazmısınız. Ay maşallah. Möhtəşəm. Düz Bakıbas sualına nə yazmısınız? Bakıbas hansıdır? 48. Avtobusa minmək istəyən şəxs. Onu düz yazın. Bakıbas sualı. Burada baxdı İnduktiv hamısına gördü ki, müəllim. Bəli. aha, Buyurun müəllimə, buyurun. Hədə bir nümunədir də Bakıbasa minmək istəyir, görür ki, kart sistemi var. Bu olmasın Bakıbas, olsun metro. O eyni şeydir. Həm deyir ki, tramvay sistemini yenə bərpa fərdidən eləyəcəklər. ümumiyə gəldi, bildi ki, hamısında bunu tətbiq eləyə bilər də. Bəli, Nəticə bəli, bəli. çıxartdı. İnduksiya oldu. Bakı şəhərinin perspektiv inkişaf planında tramvayın da yenidən bərpa olunması var. Yəqin o da Bakı kartla var. Tramvaydan. Müəllim, bir dənə sual vermək istəyirəm. Elə bil ki, bir induktiv ya deduktiv bir mühakimədir, amma səhv verilib. Tutaq ki, səhv verilib də. Onda biz onu məntiq xətası kimi götürməliyik, yoxsa elə induktiv, deduktiv kimi götürməliyik? Yəni elə verilib, amma ki, düzgün verilməyib də. Ardıcıllıq onlara uyğundur. Hansı məntiq xətasına götürəcəksiniz bunu? Yəni bilmirəm, elə onu soruşuram. Hansına götürmək olar? Təzə bir-iki dənə nümunə düzəldək də. Deyək ki, nə bilim, Samir futbola gedir, Məmməd futbola gedir. Şagird düşünür ki, mənim sinif yoldaşlarımın hamısı futbola gedir. Mən də gedim futbola yazılam. Ya da ki, müəllim, sonunu belə eləmək olarmı ki, Samir gedir, Əli gedir, demək ki, idman sağlamlığa xeyir. Yəni o cəmiyyət tərəfindən qəbul olunmaqdır. Belə. Aha. Beləsi. Müəllimənin dediyi özünü bənzətmə oldu. Sizin dediyiniz həddən artıq ümumiləşdirmə oldu. Ümumiləşdirmə oldu. Yox, Eləmək olar. mən necə dedim, müəllim? Sonunu baxın, demir ki, Samir gedir, Əli gedir, deməli mən də idmana getməliyəm. Əgər belə olsaydı özünü bənzədərdi. Mən deyirəm ki, o xüsusi nümunə götürür, deyir ki, Əli gedir, Samir gedir, sağlamdılar da onlar. Onlar sağlamdılar, demək ki, idman sağlamlığa xeyirdir. Nümunədən sonra ümumi bir qayda çıxardıram. İdman sağlamlıq üçün xeyirdir. Belə olsa... O induksiyadır. Bu adı induksiya oldu, hə. Bu məntiq xətası olmadı, induksiya oldu. Bu induksiya oldu. Bəli. İnduksiya oldu. Mütləq arxasına bir söz əlavə eləmək lazımdır. Bəli. Bəli, induksiya və deduksiya ilə bağlı mühakimənin arxasına xətanı orada aydınlaşdıra biləcəyimiz fikirlər əlavə Məsələn, orada eləməklə desəydi ki, çözmək olar. Samir gedir, filan kəs də gedir, mən də gedim futbola yazılım desəydi, yazılmalıyam desəydi, o zaman xəta olardı. Yəni vacib deyil, amma elə olur, bəli. deyirsə ki, onlar sağlamdırsa, deməli idman sağlamlığa xeyirdir, o zaman induksiya olur. Belə deyək də, induksiya və yaxud da deduksiya situasiyasını götürüb məntiq xətasına çevirmək mümkündür. Sadəcə mühakiməni yanlış eləyən məqam qoyursan ora, mühakimə səhv olsun, bu zaman məntiq xətası ortaya çıxsın. Yəni konkret olaraq özünü birbaşa bu cür adlandırmaq doğru deyil. Çünki adı üstündə məntiq xətası. Xəta nədir? Səhvdir də. Məntiqi cəhətdən mühakiməndə səhv var. Amma biz induksiya və deduksiyayı səhv kimi qəbul etmirik axı. İnduktiv düşünmə və deduktiv düşünmə adlı anlayış var. Yəni nümunələrə baxıb bir qayda altında ümumiləşdirməyə və yaxud da qaydanı doğru olduğunu isbat edən nümunələr çəkmək. Biz bunu yanlış qəbul etmirik ki, biz bunu həm də məntiq xətası deyək.
Biri doğru düşüncənin formalarıdır, biri isə xətanın formalarıdır. Yəni səhvin. Ona görə bunları eyniləşdirmək olmur. Hə, situasiya yazmaq olar, bundan istifadə edib, böyür başını düzəldib, cavabını bir xəta kimi göstərmək olar. Amma yenə deyirəm, induksiya və deduksiya məntiqi düşünmə formasıdır. Məntiq xətalar da adı üstündə səhv mühakimə nəticəsində ortaya çıxan fikirlərdir. Belə, burada nə gəlir təfəkkürdən sonra? Believe onun növləri götürək. Believe onun növlərini götürək. 40 sual idi səhv eləmirəmsə. Hə, 40 sualdır. İlk onun Onu növlərini işləmişəm, götürək. oradan sizə bir dənə sualım olacaq Allah qoysa. Bir dənəsini də ayrı Harda? almışam orada. Elə Believe həmin o onun believe növlərindən Hə. olar, çox gözəl, baxarıq. Cəmi 40 dənə sualdır bəli. Hə, bir onun növlərini götürürük. Əlavə mən sizə sınaqları da göndərəcəm. Onu da alını işləyəcəksiniz. Belə qarışıq işləyəndə maraqlı olur. Məsələn, indi iş üsullarını keçdik, üstünə iş formalarını keçdik, üstünə də iş formaları testini versəm, yəqin ki, hamı səhvsiz yazacaq. Amma üstündən bir gün keçəndən sonra bunu işləmək daha Mən də adamın... istədim bunu bu gün. Dedim ki, yaxşı Aha. olsun ki, nəticəm bunu elədim, amma pis oldu. O birində pis oldu nəticə. Mən Narahat də bunu olmayın, istədim növbəti ki, dərsdə bəlkə yaxşı baxarıq. olur. Növbət dərsdə var. Sadəcə bu arxa fonda video dərs şəklində sizə atdığım mövzunu mütləq izləyin. İnteraktiv təlim anlayışını bir dərs prosesi necədir, onu başa düşməliyik. Cəlb olunma refleksiyanı mütləq izləyin, mütləq şəkildə izləyin. Sabah üçün sual-cavab, müzakirə, fəal dinləməni göndərəcəm. Dərsin içindəki başlıqlardır bunlar. Bunları düşünməyin, ayrı dərsdir. Mənim o 3 cəlb gün. olunmada həmişə inanırsınız beynimi qurdalayan suallardan biri bu idi ki, niyə mən məsələn tutaq ki, müəyyən dəqiqə ərzində cəlb olunma eləməliyəm və yaxud da mən niyə Boş dərsin verin. adını oradan çıxartmalıyam? Nə yaxşı ki, bunların hamısı dəyişdi. Görün biz deməli kurikulum nə qədər səhv öyrənmişik əvvəlcədən də təlimlərdə. Bəli. O qədər səhv tətbiq eləyə gəlmişik ki, indi bu günlərin bütün bunların hamısı bizə daha çətin gəlir. Halbuki biz artıq gör neçə ildir o sənəd əsasında işləyirik də, bu metodika ilə işləyirik. Amma səhv öyrəndiyimizə görə bu günlərin biz bir çox şeyi yenidən öyrənmək məcburiyyətində qalmışıq. İndi daha Günah sizdə deyil müəllimə, günah sizdə səhv öyrənməniz deyil. Günah sizə səhv çatdırandadır. yəni əvvəldən Mahiyyəti özləri səhv də səhv çatdırır. biliblər ki, səhv çatdırıblar da. Deməli o Hə, barədə aşağı yuxarı düşünmək odur, bəli. Aşağı yuxarı hə, odur, bəli. Diaqnostik kimi də diaqnostikin mahiyyətini səhv anlayıb. Bu gün Respublikada 90% müəllim, elə təlimçilərin də bir 50-60%-i diaqnostikin mahiyyətini səhv izah edir. Deyirsən də boynuna almır. YouTube-da video var da, şükür YouTube videosu çıxandan rahat olur da, fakt-sübutla qalaraq orada. Diaqnostikin də mahiyyətini səhv anlayıblar, səhv çatdırırlar. Məsələn, biologiya müəllimi çox o təşkil üçün nümunə deyirəm. Deyir, fənnim 7-ci sinifdə başlayır, mən diaqnostik keçirməyəcəm. Deyirəm, niyə? Deyir, 6-da mən onu keçməmişəm axı. Deyirəm, diaqnostik nə vaxtdan 6-cı sinifdə keçilən sualları 7-ci sinif uşağına işlətmək oldu ki? Yox, nətər olur? Məsələn, baxın, diaqnostikin mahiyyəti belə düzgün anlaşılmayıb. Təlimçidən diaqnostika tutulur. əslində ona görə tətbiq edirik ki, bilək görək uşaq keçiləcək mövzular haqqında hansı dünya görüşünə sahibdir, biz ona nə cür işləyəcəyik, işimizi nə Bəli, cür quracağıq. Əslində keçiləcək diaqnostik bunu mövzular, işləmir. bəli, keçiləcək mövzular. Onda deyirəm, onda belə də mənim də 5-də başlayıram tarix keçməyə, onda belə çıxır ki, 5-də diaqnostik eləməyək. Çünki uşaq 4-də tarix keçməyib. Bir Bu dəfə mən bir təlimə qoşulmuşdum, kurikulum bu sertifikasiya söhbətlərdə çıxan vaxtlarda. Gənc bir müəllimə idi. Deməli, bunun taksonomiyasını danışanda belə bir fikir işlətdik ki, sinifdən sinifə keçdikcə bunun taksonomiyasının mərhələləri də o pillələri tətbiq olunur 9-cu bəli, sinifə qədər. Bu məni dəhşətə gətirdi də bu fikir. Deyirəm, yəni necə ola bilər də, məsələn, birinci sinif uşağı bəyəm müqayisə eləməyi bacarmır, birinci sinif şagirdi, məsələn, nəsə haqqında fikir söyləməyi bacarmır, məsələn, təhlil eləməyi bacarmır, özünə uyğun səviyyədə təhlil eləməyi bacarır da, sintez eləməyi bacarır, hətta özü nəsə bir fikir də ortalığa qoymağı bacarır. Bunun taksonomiya məsələsində bütün siniflərdə, bütün yaş səviyyələrində özünə məxsus şəkildə tətbiq olunur bildiyim bəli. qədərilə bütün pillələri. Yəni o cümlə ilə bitdi artıq mənim üçün o təlim gördüm ki, yəni
adam özü düzgün anlamayıb ki, heç məsələn bunun mahiyyəti Olur. nədir və o mənə nə izah eləyəcək? Belə olur, belə hallar. Yəni bu vaxta qədər o da bizdə səhv yapıb. Hətta bizim əvvəlki illərdə meyarlarımızda belə aşağı siniflərdə ancaq sadalayır, təsvir edir, yuxarı siniflərə qalxdıqca şərh edir, nə bilim izah edir və s. Vermisinizmi bilmirəm, köhnə dərslərimizdəki metodik əsərlərdə belədir. 6-cı sinifdə ancaq sadalayır, təsvir edir. 6-cı sinif şagirdləri müqayisə eləməyi bacarmır ki, eləyir də, lap gözəl eləyir, hətta bəzi şeyləri təhlil də eləməyi bacarır. Ona görə Və kitabda yavaş-yavaş var, yəqin düzəlir. dərsliyin sonunda, mövzuların sonundakı sual və tapşırıqlarda müqayisə eləmək var. Var bəli. Yaratmaq fikri var, sualı var. Necə olur ki, uşaq əgər standart olaraq bu bacarığı görüb taksonomiyanın aşağı səviyyəsinə görə çatmırsa, amma dərslikdə mövzunun sonuna bu tapşırığı yazmırsan. Demək, tapşırığı yazan adamın özünün bu taksonomiya məsələsinə hakim deyil də. Məndə də olur, çox olur. Mən məktəbdə dediyim kimi müəllim işlədiyim üçün normal bu təlimlərə məni də cəlb eləyirlər. Gedirəm, otururam, qulaq asıram. Maraqlı. Arada bir sual da verirəm, sonra çıxıb gəlirəm evə. Sonra da adətən təlimlərin sonunda nəsə verirlər qiymətləndirmə sualları.